Hər vaxtınız xeyir, dəyərli dostlar. Müəllimlər Birliyi Tədris Mərkəzindən Roman Yusubov. Demək, bu günləri sizinlə coğrafiya test toplusu, Dövlət İmtahan Mərkəzinin coğrafiya test toplusu birinci hissə Azərbaycanın relyefi, Azərbaycanın endogen relyef formaları mövzusunda olan testlərin izahına baxacağam. Ənənəvi qaydada ekranın sağ tərəfində bu mövzunun izahında bizə lazım olacaq bəzi xəritələri yerləşdirmişəm. Fikrimiz daha aydın olsun deyə. Gördüyümüz işə dəyər olaraq, qiymət olaraq, ən böyük qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı, demək, əgər lazım bilərsinizsə dostlarınızla və yaxınlarınızla videonu məsləhət bilərsinizsə paylaşmağı və videonun çəkilməsi barədə, ümumiyyətlə testlər barədə, başa düşmədiyiniz əgər hansısa bir test olsa o barədə videonun şərh bölməsində qeyd eləməyi sizdən xahiş edirəm. Bir dənə də xahişim var ki, hansı bölgədən izlədiyinizi qeyd edin. İnanın ki, bizə görə çox maraqlı olur. Həm də videonun geniş yayılmasına onun rolu olacaq. Kim videonu bəyənirsə təşəkkür edirəm və başlayıram testlərə. Birinci sual. Kür-Araz ovalığının düzənlikləri. Kür-Araz ovalığı bilirsiniz bu hissədə yerləşir. Onun düzənlikləri nə ola bilər? Məsəl üçün Şirvan düzü, Muğan düzü olar, Araz boyu düzənliklər. Aşağı Araz boyu düzənlik buradadır, orta Araz boyu buradadır. Yəni bu aidiyyəti olmaz. Samur təvəccüh ovalığı bu hissədə yerləşir, aidiyyəti olmaz. Məsələn buna görə. Hərəsindən birini çıxaq da. Məsələn C variantında Mil, Muğan, Şirvan, Salyan düz gəlir. Baxaq. Kür-Araz ovalığı burayı isə, demək bura Salyan düzü, Muğan düzü, Mil düzü, Şirvan düzü deyəsən var idi. Hə, bir də Şirvan düzü. Hamısı dairənin içərisinə düşdü. Lənkəran ovalığının aidiyyəti olmaz D variantı gedər. Qusar maili düzənliyi, Qarabağ düzü. Kür-Araz ovalığından kənardır Qarabağ düzü. Kür-Araz ovalığı bu hissəni əhatə edir. Qusar maili düzənliyi isə tamamilə kənarda yerləşir. Ona görə də o variant cavab ola bilməz. İkinci suala baxaq. İkinci sualda deyir ki, Kiçik Qafqazın zirvələrinin hündürlüyünə görə ardıcıl azalma sırasını müəyyən eləməli. Demək, Qamışdağ 3724 metr hündürlüyü var. 3700. Qələmi naziləşdirək. Çox qalındır biraz. Qoy biraz nazik olsun. 3724 metr. Sonra Böyük Kirs 2725 metr. Sonra Qapıcıq 3904 metr. 2904. Burada yəqin ki, Kiçik Qafqaz tektonik zonası nəzərdə tutmuşdur. Çünki Qapıcıq dağı Zəngəzur silsiləsində əslində Kiçik Qafqaz vilayətinə aid deyil. Yəni fiziki coğrafi rayonlaşmaya baxsaz, Azərbaycan Respublikasının fiziki coğrafi rayonlar xəritəsinə baxsaz, görəcəksiniz ki, Kiçik Qafqaz buradır, amma Qapıcıq dağı burada yerləşir. Çox güman ki, sualda çünki bütün cavablarda hər üçü var, ona görə də tektonik zonalar nəzərdə tutmuşdur. Bəli, tektonik zona olaraq Kiçik Qafqaz tektonik zonasına aid olur. Yəni qısası belədir də, 3 olacaq, 1 olacaq, 2 olacaq. 3, 1, 2 doğru cavab C variantı. Biçənək aşırımı Zəngəzur silsiləsində yerləşir uşaqlar. Bax, bu hissədə Zəngəzur silsiləsində Ermənistan-Azərbaycan ərazisində yerləşir. Bu hissədə. Demək ki, ona görə də burada Zəngəzur cavabı doğrudur. C-dir variant. Növbəti, yəni konkret cavab, ona görə istisna eləməyə, o bir variantlar çıxmağa heç bir ehtiyacı görmədim. Çünki bilirsiniz, elə sual var ki, orada variant çıxmağa ehtiyac yoxdur axı. Çünki cavab konkretdir. Yox, əgər cavablarda hansısa bir variantla gəlməyə ehtiyac olarsa, hə, bu zaman nəsə şübhə olarsa, o zaman variant çıxacaq. Növbəti suala baxaq. Deyir ki, 4. Buzlaqlara malik dağ zirvələrini və onların əsas yaranma səbəbləri. Azərbaycanda qar xətti 3900 metrdən keçir. Yəni, hal-hazırda buzlaq olan dağlar 3900 metrdən hündürdür. Amma buzlaq relyef formalar biraz daha nisbətən aşağı relyef forması, hündürlüyü biraz nisbətən aşağı olsa, nival buzlaq ola bilər. Amma çox da aşağı yoxdur. Məsələn, 3500-dən, 3600-dən daha aşağıda ola bilməz. Dübrar çox kiçik bir dağdır, burada yerləşir. Təbii ki, səhvdir, biraz yuxarı tərəfdir burada. Səhvdir, ona görə də ola bilməz. Kömürgöy Talış dağları cəmsi 2493 metr hündürlüyü var, ola bilməz. Tufandaq ola bilər, Qapıcıq Qızıyurdu. Qızıyurdu azdır, 2433 metr, bu hissədə var. Özünüzdə də yəqin oroqrafik xəritə var da, baxıb görəcəksiniz ki, çox aşağı hündürlüyü var, ola bilməz. Sonra Şahdağ 4243, Tufandağ demək 4191, Bazar düzü 4466. Görürsünüz ki, hər biri 3900 metrdə yuxarı qar xəttindən daha hündürdə yerləşir. Elə burada da onu qeyd eləmişdi. Qamışdağ hündürlüyü biraz azdır, Kəpəz isə lap azdır. 3100-ə qədər onun cəmi, 3100-ü keçmir heç hündürlüyü. Yəni bu cavab deyil, bunu silirik. Növbəti suala baxaq. Daha güclü zəlzələ müşahidə edildiyi ərazilər.
Azərbaycanda ən güclü zəlzələnin müşahidə olunduğu 3 ərazi var. Şamaxı İsmayıllı zonasıdır bu hissədə, sonra Gəncə zonasıdır Kiçik Qafqazda, bir də Qapıcıq dağının ətrafıdır. Yəqin ki, elə cavab variantında elə birbaşa o verirlər. Bax, məsələn, bax burada cavab verir. İndi bax bu sual var, məsələn, bu 5-ci sual. Bu 5-ci sualda variant çıxmağa ehtiyac yoxdur. Axı, çünki bu dərsdə konkret olaraq yazılıb. Hərdən yoldaşlar deyirlər ki, hansı variant çıx? Variant çıxmağa ehtiyac olanda mən onları çıxacağam. Çünki bu sual elə bir sualdır ki, bunun cavabı kitablarda da elə konkret olaraq belə verilir. Yəni ona görə də burada hansısa varianta baxmağa heç bir ehtiyac yoxdur. Bilməlisiniz ki, ən güclü zəlzələ olan 3 zona var. Şamaxı İsmayıllı, Kiçik Qafqazın Gəncə zonası, bir də Zəngəzur dağları. Qapıcıq dağının ətrafı da deyirlər. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən düzənlik. Böyük Qafqaz dağları buradır, uşaqlar. Şimal-şərqində Qusar Maali düzənliyi var, Şollar düzü var, Samur Dəvəsi ovalı var, bir də kiçik burada Yaşma düzü var. Ola bilsin, o da ola bilər. Ona görə də burada baxaq görək, Samur Dəvəsi ovalı, Qusar Maali düzü, Şirvan düzü aşağıdadır burada, ona görə A çıxar. Sonra Samur Dəvəsi ovalı, Şirvan düzü yenə aşağıda, ona görə bu da çıxar. Qarayazı düzü bu hissədədir, ola bilməz, ona görə cavab. Sonra Şollar düzü, Qusar Maali düzəni, Acınohur düzü bu hissədədir, ola bilməz, çıxırıq. Qusar Maali düzəni, Şollar düzü, Samur Dəvəsi ovalı, mən onları qeyd eləmişdim. Qusar Maali düzü, Şollar düzü, bir də Samur Dəvəsi ovalını qeyd eləmişdim. Yəni bu ona görə də Y variantı cavabdır. Kür-Araz ovalığının dənizə birbaşa çıxışı olmayan düzənliklər. Gəlin Kür-Araz ovalığının dənizə birbaşa çıxışı olan düzənliklərə baxaq. Cənub-Şərqi Şirvandan Salyan düzüdür. Qalanları Muğan düzüdür, Şirvan düzüdür bu hissədə. Sonra keçdik bu Kür-Araz arasında Mil düzüdür. Bunlar demək Xəzər dənizinə birbaşa çıxışı olmayan düzənlik. Mil, Muğan, Şirvan ilə A variantında var. Lənkəran ovalığı ümumiyyətlə Kür-Araz ovalığına aidiyyəti yoxdur. Ona görə məsələn o cavab ola bilməz. Sonra baxaq demək Salyan düzü, Qarabağ düzü, Qarabağ düzü bu tərəfdədir. Kür-Araz ovalığına aidiyyəti yoxdur. Bax bunu da bu birbaşa ümumiyyətlə Kür-Araz ovalığı deyil Qarabağ düzü. Sonra keçdik Arazboy düzəni ilə yenə də Arazboy vilayətinə aiddir, Kür-Araza aid deyil. Cənub-Şərqi Şirvan bu daha burada göstərdiyi onun bu hissənin Xəzər dənizinə çıxışı var idi. Belə-belə, yəni bəziləri heç Kür-Araz ovalığı deyildi, bəzilərinin isə çıxışı var idi. Sudur, Şahdağ və Talış dağlarına aid ümumi əlamət. Gəlin o dağlara baxaq. Sudur silsiləsi burada Rusiya sərhədində, Şahdağ silsiləsi burada Ermənistan sərhədində, Talış dağları da bu hissədə İran sərhədində. Nə deyəcək görək hansı variant düzələ bilər. Böyük Qafqaz tektonik qalxması görürsünüz ki, xeyr, bu 2 dənə Kiçik Qafqaz tektonik qalxmasına gedir. Bilirsiniz ki, Kiçik Qafqaz tektonik qalxması deyəndə görürsünüz sarı rəngin bura, yəni bu ərazi, bu ərazi, bu ərazi. Üçü birlikdə götürülür. Elə bil belə götürülür. Ona görə də bu ikisi, yəni Şahdağ silsiləsi ilə Talış silsiləsi Kiçik Qafqaz tektonik zonasına aiddir, amma Sudur silsiləsi Böyük Qafqaz. Ona görə də bu deyil cavab. Bu çıxırıq. Sonra Respublikanın sərhəddi boyunca elə şəklə, elə xəritənin üzərinə elədiyim qeydə baxsaz görəcəksiniz. Çökmə mənşəli dağlıq ərazidir, bu ola bilməz. Yüksək dağlıqda çökmə suxurları yox, maqmatik suxurlar daha çox süni təşkil edir. Respublikamızın ən hündür silsilələri onlar deyil. Məsələn, Baş-Qafqaz suarı silsilə, yan silsilələrlə digər silsilələr var, o daha hündür. Paleozoy erasına aid olan ən qədim suxurlar təkcə Zəyəmçay Əsrikçay hövzəsinə aid idi, o da ola bilməz. Dağ zirvələrinin mütləq hündürlüklərinin artma sırasını müəyyənləşdirəcək. Bazar düzü 4466 artma deyildi. Yəni birincidən daha hündür, üçüncü də ikincidən hündür olmalı. Yəni get-gedə hündürləşməli. Burada ən hündür ölkə üzrə Bazar düzüdürsə, digərləri ondan kiçik olacaq təbii ki. Çünki baxmağa dəyməz. 2 variantı dərhal çıxarıq. Babadağdan sonra Babadağ 3629 metr zirvələr olub dərsinizdə. Orada öyrənmək lazım idi. Tufan dağ 4191 metr, biraz daha hündür, amma Böyük Kirs 2725 metr. Görürsünüz ki, uyğunluq pozuldu. Biraz yüksəliş oldu, sonra düşdü. Sonra Dəli Dağ Qarabağ vulkanik əyaləsində yerləşir, bilirsiniz. Vulkanik əyələnin ən hündür yeridir, 3616 metr hündürlüyü var. Bu olsun. Dübrar amma 2205 metr cəmsi. Ona görə də bu ola bilməz. Bu da çıxarıq. İndi baxaq, Dübrar 2205, Tufan dağ 4191, Şahdağ 4243 metr Y variantı doğrudur. Yəni cədvəl sxem var da, əgər yadınızdan çıxıbsa onu təkrar eləmək üçün bir imkanımız var da, yəni qayıdıb təkrar eləməyə olar.
Sxemdə verilmiş rəqəmlərə əsasən coğrafi obyektlər və hündürlüklərin artma sırasını müəyyən edin. Bu əgər -27 isə bu Xəzər dənizi təbii ki. Ona görə də bir də Xəzər dənizi olmalı idi. Bu digər variantın olsun yaşamaz. Xəzər dənizi sahilində bir yer olmalıdır. Sonra 2-yə görə nədir? 2-yə 2 4 Torağay vulkanı olar. Çünki Torağay vulkanının hündürlüyü 402 metrdir. Bu da 400 metrin tuşundadır. Yəni Torağay olacaq görünür. Yəni burada ya bu variantlar gedəcək. Ya B variantıdır ya da Y variantıdır. Sonra 4243 ilə Şahdağ tam dəqiqləşir. Üçüncüdə Şahdağ olmalı idi. 4-dəki Bazar düzdür. Demək B variantı doğru cavab. Yəni burada sondan da baxıb eləmək olardı. Bazar düzü ondan əvvəldə də Şahdağ olmalıdır. O da görünür ki, elə bir dənə bu variantda var. B variantında. Talış və Baş Qafqaz silsilələrinin ümumi cəhəti odur ki, demək Cavan dağdır. Çünki Azərbaycan yerləşir Alp-Himalay sistemində. Azərbaycanda yerləşən bütün dağların hamısı ümumiyyətlə region tamamilə Alp-Himalay sistemindədir. Bizdə qədim dağ ola bilməz. Ona görə doğru cavab A variantıdır. Digər variantlara baxmağa dəyməz məncə. Baxmaq istəyirsiniz, baxaq. Buzlaqlar yoxdur deyir, Baş Qafqazda var. Çünki 3900 keçən hündürlüyü var. Filiz yataqları vardır deyir. Onun heç birində bu yoxdur. Kiçik Qafqazla Naxçıvanda filiz ehtiyat. Böyük Qafqazda biraz var. Polimetal ehtiyatları var idi. Ona görə amma Talışda yox idi axı. Ona görə də çıxır o. Vulkanik süxurlarla Böyük Qafqaz çökmə süxurlardan təşkil olunub. Alp çəmənlikləri geniş yayılmışdır. Subapalp çəmənlikləri 2000-3000 metr səviyyədə əmələ gəlir. Talış dağlarında yoxdur. Varsa da çox azdır. Yəni belə bir əhəmiyyət kəsb ediləcək qədər deyil. Qızıyurdu zirvəsində yerləşdik dağ. Qızıyurdu mən sizə göstərirəm. Bu da Qızıyurdu Talış dağlarında yerləşir. Doğru cavab A variantı. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyir ki, İranla sərhəddə yerləşən zirvə. Burada görürsünüz kömürgü ilə Qızıyurdu elə gözümüzün önündə. Qızıyurdu kömürgü. Doğru cavab kömürgü Qızıyurdu. Görürsünüz necə rahat bir testdir. Mövzu çox asandır. Dərsin əgər yaxşı oxumusunuzsa, düşünürəm ki, heç bir problem ola bilməz. Olsa da kiçik olar da, yəni böyük bir qlobal problem ola bilməz testin yazılışında. Növbəti suala bax, Kür çayının sol sahilində yerləşir. Çayın sağ və ya sol sahilini təyin edərkən çayın axın istiqamətində dayanılır və sağ tərəfüz axın istiqamətində hərəkət eləsə sağ tərəfüz, yəni bax bu hissələr sağ sahil olacaq, bu hissələr sol sahil olacaq. Çünki axına görə dayanmaq lazımdır. Bizdən çayın sol sahilində deyirsə, axına görə demək söhbət gedəcək. Burada Ceyrançöl ola bilər, Qarayazı da burada var. Sonra burada Şirvan düzü ola bilər. Bir də cənub-şərqi Şirvan düzü. Yəqin ki, Şirvan, cənub-şərqi Şirvan olacaq. Görürsünüz, çünki daha çox bunu verirlər. Baxın, Şirvan düzü, bir də cənub-şərqi Şirvan düzü. Doğru cavab C variantıdır. Sual çox az. Mövzu rahat mövzudur yəni. 15-ci sualda deyir ki, burada yerləşən düzənlikləri bizdən istəyir. Deyir ki, yəqin olur. Araz boyu düzənlikləri qruplaşdırın. Ordubad düzü ilə Naxçıvanda olanları Gülüstanla Ordubad verir. 3 Gülüstandır. Yəni bura 3 yazıram. 3-ə A yazacağıq. 3-ə A görə hansı var? Bir dənə variant görürsünüz. Bir dənə Gülüstanla cavab variantın tək başına bir dənə ondan tapmaq olur. Digərlərinə də baxaq. Sonra bu Ordubad düzü. Variant özünüz baxarsınız, mən adlarını deyim. Gülüstan da Ordubaddır. Bu da Gəyəndir, İncədir, Hərəmidir düzdür. Gəyən, İncə, Hərəmi. Belə C variantı indi uyğunlaşdırsaq görəcək ki, siz düz demişik B variantıdır. Sonra daha ötürüb uyğunlaşdırmadım. Çünki 3-ə C verəndə bir dənə variant qalır, ondan bilmək olur. Xəritə sxemasında Kür çayının sahildə olan düzənlikləri qruplaşdırın. Bu Kür Araz arasında Mil düzüdür, yuxarı Şirvan düzüdür, cənub-şərqi Şirvan düzüdür, Muğan düzüdür. Bu da Qarabağ düzü olacaq da təbii ki. Onda rəqəmlərə uyğunlaşdırsaq görək. 1-ə nə dedik? 1-ə Mil demişik də. Bir Şirvansa 1-ə D getməlidir. 1-ə D getməlisə 2 variant qalır. Sonra 2-yə Muğan, 2-yə A olmalıdır. 2-yə A-dırsa, onda elə bu da gedir, cavab C variantı qalır. Görürsünüz, yenə də çox rahatlıqla 2-yə demək, 1-ə Şirvandırsa 1-ə D, 2-yə 2 haradır? 2 Muğandır, C gedir. 2-yə C gedir. 2-yə C olacaq Y variantı. Bir dənə mil yazmışdım. Y variantı olur. Daşüz Xocaşen silsilələri arasında yerləşir.
Acınahor düzüdür burada. Bax, burada Daşüz Əmirvan silsiləsi də var orada. İndi orta məktəbdə elə də keçilmir. Xocaşeni görürsüz, bu Xocaşendir. Xocaşen aşağıda. Yuxarıda da Daşüz silsiləsinin arasında Acınahor düzü yerləşir. Yəni çox rahat sual idi o da. Burada Qara Məryəm törəsi falan var. İndi çox adam tanınan bir yerdir. Ancaq bizdə də orta məktəb dərsliklərində yoxdur elə də. Kiçik Qafqazın Azərbaycan daxilində olan dağ silsilələri və onların zirvələrinin müvafiq arzuluğu müəyyən edin. Kiçik Qafqaza aid olan silsilələrə baxacaq. Şahdağ, Murovdağ, Peştəsər. Peştəsər Kiçik Qafqaz tektonik zonasına aiddir. Yəni Kiçik Qafqaz vilayətinə aid deyil. Ona görə cavab doğru deyil. Talış da bu hissədədir. O da Kiçik Qafqaz deyil. Yəni Kiçik Qafqaz vilayəti deyil də. Ona görə çıxarıq. Qovdaq, Niyaldağ, bax burada Qovdaq görə bilərsiniz bəlkə də. Nömrə 7 ilə veriləcək yoxsa? Görək hansısa biri. Hə, bu nömrə 7 ilə verilən Qovdaqdır. Niyaldağ deyəsən. Bir Qovdaq, hə, Niyaldağ budaqa Qovdaq verilmişdi. Yəni Böyük Qafqaza aid. Yəni ümumiyyətlə o Kiçik Qafqaza aid deyil. Ona görə də o variant da düz deyil. Sonra bir dəqiqə, hə, düzəldək. Dərələyəz, Murovda, Qarabağ silsiləsində bu düz olacaq. Doğru cavab da Dərələyəzə Kükü dağı da düzdür. Murovda Camış dağı düzdür. Qarabağ silsiləsində böyük kiç. Demək D variantı bizim 18-ci sualın cavabıdır. Bəs Y niyə deyil? Buravar silsiləsi Talış zonasında yerləşir. Kiçik Qafqaz bu zonaya aidiyyəti yoxdur. Görürsünüz, çox rahat sual idi o da. Mütləq hündürlüyün azalmasına görə dağ zirvələrinin ardıcıl sırasını müəyyən edin. Elə bil ki, hündürdən aşağıya doğru gedəcək də. Bazar düzü olsa, o 4466, Qızıyırdı 2493, burada qeyd olunub o. Sizdə xəritədə var. Baxın, görəcəksiniz. Amma Tufan 4191'dir. Ardıcıllıq pozuldu. Burada bir düşdü, sonra yenə də yüksəliş oldu. Ona görə də bu variant ola bilməz. Qapıcıq 3904 metr. Burada Naxçıvanda Zəngəzur silsiləsində yerləşir. Camışdağ 3724 metr. O da düz gəldi. Amma Bazar düzü ola bilməz. Çünki düşməli idi. Əksinə yüksəldi. Camışdağ 3724 metr. Şahdağ silsiləsinin yan silsilədə 4243 metr. O da düz gəlməli. Yəni onları biraz təkrarlayın, sonra test yazın. Çox rahat alınacaq test sizdə onda. Sonra Bazar düzü zirvəsi bu hissədə Böyük Qafqazda 4466 metr. Sonra Kömürgöy olsa 2493 metr düz gəlib hələ ki. Qapıcığa gələndə 3904 metr yüksəliş oldu, doğru deyil. Yəqin ki, burada Y variantı olacaq. Bazar düzünə baxaq. Bazar düzü 4466 bura qeyd edin istəyirsiniz. Sonra Tufan bu hissədə 4100, yalnız Böyük Qafqazın özündə 4191 metr. Sonra ki, Qapıcıq dağı 3904 metr. Bu da düz gəlib hələ ki. Sonra da Kömürgöy 2493 metr. Yəni iğnə getdi də yüksəkdən alçağa doğru getdi. Ona görə də doğru cavab oldu. Y variantı. 20-ci suala baxaq. 20 sual deyir ki, Azərbaycanın sərhədləri boyunca uzanan dağ silsilələri. Bozdağ. Bozdağ ölkənin arasında, bax, görürsünüz, bu hissədə qeydə aldım. Mingəçevir anbarının aşağısında. Demək, Bozdağa görə A variantı ola bilməz. Amma İç Qarabağ silsiləsinin özü də ölkənin daxilindədir, sərhəddə deyil. Sonra yəni bu ikiləniyə görə ola bilməz. Sonra demək, Zəngəzur silsiləsi Şahdağ, Qarabağ yenə ölkənin daxilindədir. Ləngəviz də ölkənin daxilindədir bu hissədə. Ona görə Ləngəvizdən Qarabağa görə bu da ola bilməz. B variantı ola bilməz. Talış ola bilər, sərhəddədir, buradadır. Bunları silirəm. Sonra keçdik, Dərələyəz silsiləsi burada da ola bilər. Murovdağ silsiləsi ölkənin daxilindədir, ona görə də ola bilməz. Niyaldağ da ölkənin daxilində idi bu hissədə, ona görə də ola bilməzdi. Yəni bu ikisi də çıxar. Talış oldu, bəli, ölkənin bunlar silək çaşdırmasın bizi, sərhəddədir, düzdür. B variantına baxıram. Baş-Qafqaz silsiləsi, o da düzdür, sərhəddədir bu hissələri. Bu hissəsi sərhəddədir Rusiya ilə. Zəngəzur silsiləsi sərhəddədir, ola bilər. Şərqi Göyçə sərhəddədir, ola bilər. Demək ki, D variantı bizim sualın cavabıdır. İndi baxaq Y variantı, görək bəs o niyə cavab olmadı? Görək. Baş-Qafqaz su ayrıcı silsiləsi sərhəddə düz gəlir, Dərələyəz düz gəlir. Sonra Qarabağ silsiləsi ölkənin daxilində yerləşir, ona görə də doğru cavab deyil. Ləngəviz ölkənin daxilində, ona görə hər ikisinə görə doğru cavab deyil. 21-ci sual. Kiçik Qafqazda yerləşən dağ silsiləsi. Konkret bu ki, xəritənin üzərində olanlardır. Yəni belə deyək də, onun bax məsələn baxaq. Niyaldağ, Qovdaq bu Böyük Qafqaza aiddir.
Qovdaq burada 7 nömrə ilə göstərilib, Niyaldağ da ondan biraz aşağıda. Xəritə bunu test yazarkən bu xəritələri açıq saxlayın. Əsasən də bu oroqraf xəritədə görürsüz çox işləyirik. Onu açıq saxlayın ki, mən dediyim siz də baxa bilərsiniz. Bu cavab ola bilməz. Peştəsər, Kiçik Qafqaz buradır, amma Peştəsər burada yerləşir. Təbii ki, ola bilməz. Peştəsərə görə çıxar. Elə Bozdağın özünə görə də çıxar. Çünki Bozdağ Kür çökəliyində yerləşir. Ümumiyyətlə nə Böyük Qafqaza, nə Kiçik Qafqaza aid deyil. Brovar silsiləsi yenə Talış dağlarında da Kiçik Qafqaza aid deyil. Çıxar. Peştəsər silsiləsi brovar var. Dərələyəzin özü də Naxçıvanda. Burada bir dənə elə Qarabağ silsiləsi Kiçik Qafqazda idi. Qarabağ, Şahdağ, Şərqi, bunların hamısını göstərəcəm. Bunlar Kiçik Qafqazdadır. Bax, Kiçik Qafqaza düşəcək. Qarabağ silsiləsi, Şahdağ silsiləsi Ermənistan-Azərbaycan sərhədində yerləşir. Şərqi Göyçə silsiləsi, bir də Murovdağ silsiləsi Ermənistan-Azərbaycan sərhədində yerləşirdi. Savalan ümumiyyətlə Azərbaycanda, Cənubi Azərbaycandadır. Yəni Şimali Azərbaycanda deyil. Sudur silsiləsi də Böyük Qafqazın idi. Yəni burada bizi təkcə Kiçik Qafqaz soruşurdu. Böyük Qafqazın Azərbaycan daxilində yerləşən silsilə. Bu dəfə də Böyük Qafqazın bizdə olan silsilə, amma bu ərazini soruşacaq bizdən. Şərqi Göyçə silsiləsi Kiçik Qafqazda çıxarıq. Sonra Zəngəzur silsiləsi burada Naxçıvanda da Orta Araz vilayətində çıxarıq. Brovar Dərələyəz. Dərələyəz buradadır, çıxarıq Dərələyəzi. Brovar da ki, buradadır, Talış dağlarında, onu da çıxarıq. Sonra qalır hansılar? Murovdağ Kiçik Qafqazda buradadır, çıxarıq. Baş Qafqaz silsiləsi var, göstərəcəm sizə bir-bir burada yerləşir. Sonra onu götürdük ona görə. Qovdağ, Niyaldağ yan silsilə. Qovdağ 7 nömrə ilə qeyd olunan Niyaldağ bir də yan silsilə. Bunların hamısı Böyük Qafqaza aid idi. Demək olur 4, bu rəqəm neçə? 8. 4, 6, 8, 9. D variantı. Deməli, 23-cü suala baxaq. 23-cü sual deyil, Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarına aid olan zirvələrin müvafiq artırma müəyyən edin. Əvvəlin birincisi Böyük Qafqaz olsun, ikincisi Kiçik Qafqaz. Qızıyurdu Kiçik Qafqaz deyil, nə də heç Böyük Qafqaz deyil, vilayət olaraq deyil. Talış zonasındadır. Ona görə də bu variant olmayacaq cavab variantımız. Sonra keçdik Bazardüzü Kömürgü yenə Talış dağlarındadır. Burada görürsünüz Kömürgüyü. Bu variantda çıxar. Bazardüzü Şahdağ Tufan. Şahdağ yan silsiləndən yüksək zirvəsidir. Bazardüzü ilə Tufan Böyük Baş Qafqaz Suarizi silsiləsinin üstünə düşən zirvələrdir. Bu düz. Kiçik Qafqazda da Qapıcıq dağı, Kiçik Qafqaz tektonik zonası demək istəyir. Bilirsiniz, burada Kiçik Qafqaz vilayəti deyil də. Biraz elə bil o tektonik zona ilə vilayət məsələsinin qarşı. Məsələnin şərtində burada tektonik zona sözü olmalıdır, yoxsa o səhv olar. Çünki digər variantlar cavab deyil. Qapıcığa görə bu çıxar. Sonra Dəli dağ Böyük Qafqazda deyil, Y çıxar. Elə bir dənə C variantı qalır qalmana. Sadəcə olaraq bunu bununla birlikdə götürəndə tektonik sözü işlənməlidir. Məsələnin şərtində bu hissədə təəssüf ki, işlətməyiblər. Nəsə. Elə təsəvvür edin ki, işlədib. Onda Kiçik Qapıcıq olacaq. Kiçik Qafqaz tektonik zonasının tərkibinə daxil olacaq. Tektonik zona bu buranı əhatə edir. Sonra Qapıcıq düzdür. Böyük İşıqlı burada yerləşir. Şahdağ da burada yerləşir. Demək ki, burada bir dəqiqə. Qapıcıq, yox, səhv getdim. Qapıcıq dağı burada, Qamış dağı burada. O bir varianta baxmışdım. Dəli dağı da burada. Yəni hər üçü düşür, ona görə də C variantı düzdür. Sualın şərtində biraz elə bir tektonik zona ilə vilayəti səhv salıb. Kiçik Qafqaz deyiləndə tektonik zona sözü nəzərdə tutulmur. Kiçik Qafqaz bax buradır. Kiçik Qafqaz vilayəti də buradır. Əgər Kiçik Qafqaz tektonik zona deyilsə, onda bax belə götürülməlidir. Orada sual qoyuluşunda biraz mübahisə var, açığı. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemlərinə aid olan ümumi olmayan cəhətlər nə olacaq? Hər ikisi cavandır. Baxın, dəmiyə əkinçiliyi üstün şərait var, dağlıq ərazilərdə var. Bu onu qrupu çıxırıq. Polimetal filiz yataqlarının burada filizçay, mazımçay, katexçay, kastaq var idi. Amma burada da demək Kiçik Qafqazda isə burada məsələn Mehmana var idi. Ona görə bunu çıxarıq. Geniş meşə masivi, dağlıq ərazidə hamı bilir ki, Böyük Qafqazda, Kiçik Qafqazda meşə var. Cavan dağlı. Azərbaycan ərazisində yerləşən bütün ərazilərin tamamı cavan dağlardır. Çünki biz Alt-Malay sistemində yerləşək. Bu doğru cavabdır. Çünki Kiçik Qafqaz tektonik zonasını təşkil edən hər 3 dağ silsilələrində Naxçıvan, Kiçik Qafqazın özü bir də Talış dağı vulkanik maqmatik sular üstünü təşkil edir. Amma Böyük Qafqazda
Çökmə mənşəli suxurlar, xüsusilə gilli suxurlar üstünlüyü təşkil edir. Bu önəmli bir məlumatdır. Qarşıdakı mövzularda, Azərbaycan mövzusunda sizə bu çox lazım olacaq. Mən o istədiyim qabağınızdan onu diqqətlə yadda saxlayın. Sonra dağ silsilələrinin mütləq hündürlüyünə azalma sırası müəyyən. Baş Qafqazda təbii ki, bazar düzü birincidir orada. Ona görə də azalma deyirsə çoxdan aza gəlməliyik. Birinci bazar düzü olacaq. Sonra yan silsilə Şah dağa görə 4243, yəni birdən sonra 3 gələr. Birdən sonra 3 gələn variant 2 dənədir. Sonra Zəngəzur silsiləsi 3904 metr gələcək. 1, 3, 4 olmalıdır. Artıq cavabı tapmışıq. Sonra Murov dağ silsiləsini yoxlamaq üçün davam edirəm. 3724 metr, Talışda da Kömürgöy 2493 metr. Y variantı 25-in sualları cavab ola biləcək. Dağ zirvələri mütləq hündürlüyün azalma sırasını müəyyən edin yenə deyir. Təbii ki, bazar düzü birincidir 4466 ilə. Sonra Tufan 4191 ilə ikincidir. Yəni burada da olacaq 4, sonra 1. Demək ki, bu variantlar cavab deyil. Elə artıq tapmışıq. Sonraki hissədə Qafıcıq 3904, sonra Kömürköy 2493, Qızılyurdu 2433. Y variantı doğru cavab. Statistik məlumatlardır. Yəni ki, orada cədvəl olub dərsdə, onu oxumaq lazımdır. Yəni bilmirsinizsə də baxın da yəni. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn düzənlikləri müəyyən. Bu Şollar düzü ya da Samur dəvəsi yazacaq. Cənub-Şərqi Şirvandır, bu Muğan düzüdür. Bu da ki, Qarayazı. Demirə görək nə yazar. Qusar malicəmlik ola bilməz, o biraz bəhər tərəfdə, dağa tərəfdir. Samur dəvəsi olsa 2 Acunahur deyil, ola bilməz. Cənub-Şərqi Şirvan ola bilməz bir də. Şollar olsa Qarayazı mil düzü, bəli, Kür arasında mil düzdür. Bayaq ona Muğan deyəsən, səhvən dedim, mildir ora. Yəni 3 mil düzüdür. 4 də Cənub-Şərqi Şirvan D variantı. Şollar olsa Acunahur ola bilməzdi, Y variantı çıxır, deyil, doğru cavab. Sonraki suala baxaq. Deyir ki, 28-ə deyir ki, demək, sual biraz kiçildi. Tam yerləşsin. Aha. 28-də xəritə sxemində verilmiş rəqəmlər uyğun yəni dağ silsilələri müəyyən. Bu yan silsilədir 3-də. 1 Murov dağıdır, 2 Qarabağ silsiləsidir, 3 Zəngəzur silsiləsi. Yəni ardıcıl desək 1, 2, 3, 4 olacaq Murov dağ silsiləsi, Qarabağ silsiləsi. A variantı gedir. Murov dağ silsiləsi, Qarabağ silsiləsi. Sonra yan silsilə. Yan silsilə, sonra da Zəngəzur B variantı doğru cavabdır. Burada Sudur deyirdi. Sudur silsiləsi bu hissədə idi. Tamamilə əks istiqamətdə idi və sərhəddə yerləşir. Ona görə də doğru cavab deyil. Doğru cavab 28-ə bölündü. 29-cu suala baxaq. 29-cu sual. Azərbaycanın İran sərhədi boyunca yerləşən düzənlik. Burada məsələn Sədərək düzü, Şərur düzü. Sədərək Türkiyə ilə daha çox sərhəddə. Şərur düzü demək, Naxçıvan düzü, Böyükdüz düzü, Gülüstan düzü, Yasi düzü, Ordubad düzü, Gəyən, İncə, Hərəmi. Burada hətta Mil düzünün bir hissəsi düşür bura. Burada da Muğan düzü. Burada da Lənkəranov olur. Görək nə yazacaq buna. Şirvan düzü yuxarı hissədədir. Şirvan ola bilməz. Lənkəran bayaq dedim ola bilər. Bunu ümumilikdə Şəhər Ordubad deyə bilərsiniz. Şəhər Ordubad düz olacaq. Sonra Muğan düzü, Muğan düzünün cənub hissəsi baxın. Bura Muğan düzüdür. Düşür İran sərhəddindən bir qismi. Ona görə Muğan da düzdür. Amma Cənub-Şərq Şirvan düzü biraz o tərəfdədir. Fikir verin. Cənub-Şərq Şirvan buradır. Yəni bunun İran sərhədində heç bir aidiyyəti yoxdur. 2, 3, 5 olacaq doğru cavab. D variantı 29-cu cavab. 30-cu suala baxaq. Azərbaycan dövlət sərhədi boyunca yerləşməyən silsilə, yəni ölkənin daxilində yerləşən silsilələri bizdən istəyəcək. Baş Tuarici silsilə Rusiya sərhədində yerləşir. Ona görə də o cavab ola bilməyəcək. Niyal dağı mən bayaq sizə göstərmişdim, bir daha göstərəm. Ölkənin daxilindədir, bu cavabdır. Çünki Talış dağları İran sərhədində də ola bilməz. Qarabağ silsiləsi Azərbaycan daxilində yerləşir, ona görə bu da cavabdır. Sonra Ləngəbil silsiləsi ölkənin daxilində də o da cavabdır. Şahdağ silsiləsi Ermənistan Azərbaycan sərhədində cavab ola bilməz. 1, 3, 5, yəni ki, C variantı 30-cu suala cavabdır. 31-ci suala baxaq. Deyir ki, verilmiş relyef profilinə, rəqəmlərə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Birincidə təxminən 0 səviyyədir. Yəni bir düzənlikdən söhbət. Yox, 4-də üzr istəyirəm, 4-də. Yəni burada sonuncu bir düzənlik bir ərazi olmalıdır. Ona sonra baxarıq. 1-ə baxırıq, təxminən 3500-3600 metr hündürlüyü olan bir relyefdən söhbət gedir. Bazar düzü 4466, Qafıcıq 3904 metr. Yəni bu 4000-ə çox yaxın olmalı idi əgər bu olsaydı.
Sonra Kömürköy zirvəsi, məsələn, C variantı 3500-ə yaxın zirvənin hündürlüyü. Bu ola bilər bu. Ona görə onu saxlayıram. Kömürköyün hündürlüyü bura xəritəsinə ilə baxan kimi görürsüz. 2493 metr sağ tərəfdə işarələdim. Ola bilər. Böyük kirsə 2725 metrdir. O da burada da bu da ola. Elə bir dənə bundan tapılır. Bir dənə birindən tapa bilərsiniz. İkizdə Torağay vulkanı 402 metr. Təxminən görürsünüz ki, bu da ala bilər. Şahdağ 4243 metr. Fikir verin 4000-in üstünə biraz qalxıb. Demək o da ola bilər. Şollar düzdəki okean səviyyəsində demək ki 4-də ola bilər. Doğru cavab C variantı. Xəritə sxemdə verilən mütləq yüksəkliklərə uyğun gələn dağların müəyyən edin. Bu təxminən 3800-3900. Ləngəviz çox aşağı hündürlüyə malik bir dağdır. Rəngindən bilir elə baxan kimi. Talışda Kömürgöy'dür 2493 metrdir cəmi. Yəni olsa bu tuşda olmalı idi. Yəni biraz yuxarı buralar olmalı idi. Təbii ki o deyil. Bu 4000-ə yaxın bir yerdə ola bilməz. Yan sislərdə 4243-dür ən yüksək zirvəsi Şah dağıdır. Ona görə də o da ola bilməz. Zəngəzur düz gələcək. Elə burada Zəngəzur Şərqi Göyçədə də Kəti dağıdır. Onun da hündürlüyü o qədər deyil. 100% o da olmaz. Ancaq ikincidə Qarabağ silsiləsinə baxanda da görürsən ki 2725 deyil. Yəni burada Zəngəzur. İndi baxaq görək bu variant düz gəlir. Zəngəzur dəqiq düz gəlib. 2-yə baxaq Talış. Talışda nədir? Kömürköy 2493 metr görürsüz. Təxminən 2000-3000 arasında səviyyə uyğun gəlir. 3-də Qarabağ silsiləsi. Qarabağ yox, Baş Suarizi. Baş Qafqaz Suarizi silsiləsinin ən yüksək zirvəsi Bazar düzdür. 4466 görürsünüz ki, onun da hündürlüyü düz gəlir. Dərələyəzi Kükü dağıdır. 3120 metr hündürlüyü var. 3100 yox, burada Qarabağ silsiləsidir. Qarabağ silsiləsi Böyük Kirs 2725 metr. O da düz gəlir. Sonra 33-cü sual. Azərbaycan arasında müasir buzlaqlara örtülmüş dağda 3900 metrdən hündür olan dağlarda qar xətti var bizdə. Bazar düzü 4466 ola bilər. Kömürköy çox azdır. 2493 çıxırsınız sonra. Sonra Tufan dağ 4191 ola bilər. Qızıyurdu 2433'dür. Onu da çıxırsınız. Babadağ 3629 çıxarıq. Böyük Kirs 2000 bu hissədə bu Qarabağ silsiləsinin yüksək zirvəsi 2725 metr aşağı çıxarıq. Şahdağ yan silsilənin yüksək zirvəsi 4243 metr hündürlüyü var. Burada doğru cavab 1 3 7 ola bilər. 33-cü sualın cavabı B-dir. 34. Azərbaycan Respublikasının qərbi ilə sərhəddə yerləşən təbii obyektlər. Azərbaycan qərb ilə sərhəddə yerləşən. Yəni ki, qərb sərhədlərimiz boyunca yerləşəndə, yəqin ki, cümlənin mənası o deməkdir. Bu hissədə sərhəddə. Qərb bölgələrin sərhədində yerləşən obyektlərdir. Şərqi Göyçə silsiləsidir burada, bax, uşaqlar. Ona görə bunu götürərik. Murovdağ silsiləsi ölkənin daxilindədir, o cavab deyil. Vulkanik yayla ölkə sərhədindədir, bəli. Götürə bilərsiniz. Qarabağ silsiləsi ölkənin daxilindədir, çıxarıq. Sonra Arpa çay sərhəddə deyil, sərhədi kəsir sadəcə çıxarıq. Şahdağ silsiləsi də burada Ermənistanın sərhədindədir, cavabdır. 1 3 6 cavabdır. O da ola bilər C variantı. 35-ci suala baxaq. 35-ci sualda deyir ki, sual böyle. Aha. Azərbaycan Respublikasının Rusiya Federasiyası sərhəddə yerləşən təbii coğrafi obyektləri. Hamısını birbaşa da saya bilərəm. Şollar düzü Samur Dəvəçi ovalığı və Samur çayıdır. Sonra burada Sudur silsiləsi, Baş Qafqaz Suvari silsiləsi və bəzi zirvələr. Qovdağ ölkənin daxilindədir, bax burada. Qovdağ 7 nömrə ilə verilmişdir, ona görə ola bilməz. Baş Qafqaz silsiləsi bayaq demişdim, doğrudur. Sudur silsiləsi demişdim, burada var. Bir də Samur çayıdır, buradan axır belə Xəzər dənizinə tökülür. Samur çayıdır, doğru cavab. 3, 5, 6 varmı? Var. D variantı 35-ci sualın cavabı. Zirvələri qar xəttindən aşağıda yerləşən dağ silsilələri axtarırsınızsa, elə bir dağ seçməlisiniz ki, onun hündürlüyü 3900 metrdən aşağı olsun. Yəni nə ola bilər? Şah dağ yan silsilədədir, 4243 metrdə ola bilməz. Zəngəzur silsiləsində Qapıcıq dağı var, 3904 metrdə ola bilməz. Yan silsilə, burada dağ silsilə deyib üzürsən. Silsilə deyir, mən zirvə kimi götürdüm. Çünki burada Şahdağ silsiləsi də var. Burada zirvədir, bu hissə zirvədir, bu hissə silsilə.
Şahdağ silsiləsində Kəti dağdır, o elə hündür deyil. Yəni bir daha doğrusu Şərqi Göyçə, yəni elə hündür deyil. Qararı Xazda elə də hündür deyil. 3000-ə yaxın təxminən. Birdir, biri götürürük, yəni azdır. Də aşağıda hündür dağları çıxırıq da belə deyək. Baş Qafqaz sahilisi silsilədən çıxın, yan silsilədən çıxın. Çünki orada Şahdağ zirvəsi var. Zirvə ayrıdır, silsilə ayrı. Zəngəzurda da Qafqazda onu çıxırsınız. Demək, burada Şahdağ elə hündür deyil. Niyal dağ, Qovdağ çox aşağı hündürlüyə malik dağdır. Onun zirvəsini öyrənməmisiniz, ona görə demirəm. Talış dağlarında da Kömürköydür 2493. Çox aşağı hündürlüyü var. 1, 2, 6 cavabı doğrusa Y variantı cavabdır. 37-ci sualda hipsometrik profildə soruşur ki, hansı istiqamətdir? 2400-2500-dən təxminən 4200-ə qədər bir hündürlük olacaqsa, görək Küküdağ ola bilməz, 3120 metr çıxarıq. Şahdağ ola bilməz, Qafıcıq 3904 ola bilməz. Torağay da demək, Torağay vulkanı cəmi 402 metr, 400 metr civarında hündürlüyü vardı. Yəni o elə də hündür dağ deyil. Ona görə də burada Kömürköy dağından Tufana doğru gedər. Yəni bu hissədə fikir versəz 2493-ə oxşada bilərik hündürlüyü. Bənzəyər, yəni təxminən uyğun gələr. Tufandakı 4191 idi. Görürsünüz ki, o səviyyədə təxminən 4000-in dışında düz gəlir. Səviyyə baxırıq da, o səviyyə uyğun gəlir. 38-ci sualda göstərilən xüsusiyyətlərin aid olduğu Kür-Araz ovalığının düzənliyi. Şimal hissəsi hündürdür. Bu Şirvan düzünə mən oxşatdım bunu deyən kimi. Çünki Şirvan da düzünün şimal hissəsi biraz daha hündürdür. Ola bilər ki, Araz boyu düzənliklərdən daha hansısa olsun. İndi baxaq. Relyefində gətirmə konuslar Şirvan düzündə həqiqətən vardır. Bakı Tbilisi dəmir yolu bura ilə gəlir, Bakıya keçir. Belə gəlir, belə gedir Bakıdan Tbilisiyə. Şirvandan söhbət gedir. Ovalığın ən böyük düzənliyidir. Kür-Araz ovalığının ən böyük düzənliyi demək Şirvan düzdür. Biləsiniz, çox böyük ərazisi var. Ona görə də burada söhbət gedir Şirvan düzündən. 38-ci sualın cavabı C variantıdır. 39-cu suala baxaq. 34 xəritə sıxında rəqəmlərə uyğun gələn müvafiq coğrafi obyektləri müəyyən edin. Asan da olmalıdır düşünürəm. Çünki keçmişsiniz bu mövzunu. Burada bu Ələt Tərəsi Ləngəbiz ola bilər hardasa. 1, 2-də Şərqi Göyçə silsiləsidir. Bu nədir? Zəngəzur silsiləsidir. 4-dəki Brovar silsiləsidir. Demək, variantlara baxırıq. Qobustan alçaq dağlığı da ola bilər. Çünki buralar Qobustan alçaq dağlığıdır həm də. Ələt Tərəsinin aşağı tərəfdə, yuxarı tərəfdə Qobustan alçaq dağlığı ola bilər. Şərqi Göyçə silsiləsi 2 düz gəldi. 3-də Qapıcıq, zirvə olaraq deyib, zirvə Qapıcıq zirvəsinin ta özüdür, dəqiqləyir. Sonra bir də Brovar silsiləsində Brovar Peştəsər Talış idi, bəli. 4-də də Brovarda düz gəlir A variantı. Məsəl üçün 1-də Qovdaq ola bilməz, Qovdaq bu tərəfdə idi, ona görə bunu çıxarıq. Vulkanik yayla 2-yə deyib, 2 vulkanik yayla biraz aşağı tərəfdədir, bir balaca fərqi var. Zəngəzur silsiləsi düz gəlmişdi, Peştəsər Brovar birinci yerləşir, ona görə düz gəlmədi. 1-ə Torağay desək, 2-yə Küküdağ, 2 Küküdağ burada yerləşir, bu da düz gəlməz. Çünki Küküdağ ümumiyyətlə Naxçıvandadır, o 2 olan yer deyil. Belə, bu bir variantlar da çıxa bilər. Gərək xəritəni o tərəfdən baxaq da. Demək, burada nədir? 1-ə Keyrəki vulkanı deyir, o olsa, 2-yə Şərqi Göyçə silsiləsi, 3 Qapıcıq, 4 Qızyurdu. Qızyurdu deyil, Brovar silsiləsi idi 4-də, ona görə də ola bilməz. Şirvan düzü biraz o tərəfdə deyil, tamamilə yeri səhv verilmişdir. Xəritə indi mən iki tərəfli baxa bilmirəm, ancaq sizdən kitab formasında da yəqin kitaba baxırsınız. Kitaba baxırsa görəcəksiniz onun dediklərimin düz olduğunu. Demək, xəritə sıxında rəqəmlər, birisi burada Azərbaycan relyefinin öyrənilməyini soruşur da, yəni. Konkret olaraq siz Azərbaycan relyefini nə səviyyədə öyrənmişsiniz, suallarda o soruşulur. Deyir ki, sıxında belə uyğun gələrsə doğru sıranı müəyyən. Brovar silsiləsi düz gəlir, Cənub-Şərqi Şirvan düzüydü. Qarayazı düzüdür, bu da Dərələyəz silsiləsi. Ona görə də doğru cavab ola bilər. Variantlara baxsaq. 1-ə Brovar desək, 2-yə Dərələyəz silsiləsi düz gəldi, 3-ə Candar, orada Candar gölü də var, həm də ola bilər. Candar gölü siz böyüdün, baxın, bu göy rəngdə olan yerdir, bu arada, bu bura. Görürsünüz, rəngi götürür, bu hissə, bura. Candar gölüdür, bəli. Düz o da. Sonra Cənub-Şərqi Şirvan düzü də 4-də idi, düzü doğru cavab adı. Məsələn, B niyə deyil? Birincisi yenə qeyd edirəm, bura Brovar silsiləsidir, Peştəsər sonra Talışdı, ona görə də bu ola bilməz. 2 Dərələyəz düz gəlmişdi, Qarayaz düzü düz gəlmişdi, Salyan düzü döyürdü.
4-də Salyan düzü səhv idi. Ona görə də həm də o səhv idi. Həm Birdəsər səhv idi, həm Salyan. Bir Talış deyil, Talış aşağıdadır. Yəni o Brovar silsiləsidir. 2 Zəngəzur yox, Dərələr silsiləsidir. Heç qəti düz gəlmir. Kömürgöy burada yox, İran sərhədindədir Kömürgöylə Qızıyurdu. Ona görə də qəti bunlar olmaz. Qızıyurdu silsiləsi yenə həmçinin belə variantlar çıxa gedərsiniz, görərsiniz ki, onlar düz gəlmir. Eyni fiziki coğrafi xəritədə daha çox horizontallarla təsvir olunan dağ zirvəsi istəyirsinizsə, təbii ki, o hündür bir dağ olmalı. Çünki hündür dağda dağın təsvirində daha çox horizontaldan istifadə olunacaq, alçaq dağda az horizontaldan istifadə olunacaq. Sadə bir sualı cavab deyə variantı. 42-ci suala baxaq. 42-ci sual Azərbaycan şimal-şərq hissəsində yerləşən düzənliklər. Bu hissəndir. Bayaq mən o barədə danışdım. Qusar Marizəni, Şollar düzü, Samur dəvəsi ovalı. Yaşma düzü də var, yazsa o da düz olacaq. Şollar, Qusar Mali, Samur dəvəsi 2, 4, 6 doğru cavab Y variantı. 43-cü suala baxırıq. Ölkəmizdə yerləşən coğrafi obyektlərin cənub-qərbdən şimal-şərqə doğru ardıcıl sırasını düzməliyik. Yəni bax təxminən belə bir gediş istiqaməti seçməliyik. Bu belə bir gediş olmalıdır. Görək elə gedişə hansı uyğun gələcək baxaq. Yuxarı Şirvan kanalı burada yerləşir. Sonra Babadağ biraz yuxarıdadır burada. Siz qara qələmlə istifadə edin, görünmədi elə də. Yuxarı Babadağdır bu hissədə. Sonra Samur dəvəsi ovalı biraz daha yuxarıda. Ondan sonra Qovdağ bu hissədə. Sonra nə var? Yuxarı Şirvan, Babadağ. Hə. Demək aşağıda birinci başlayacaq Yuxarı Şirvan kanalından 1, sonra ola bilər Qovdağ gələr 2. Yəni Qovdağ hansında idi? Biri götürsək Qovdağ 5 olar. Birdən sonra 5 olar. Sonra Yuxarı Qarabağ. Yox, birinci Yuxarı Qarabağ kanalı. Yuxarı Qarabağ kanalı bu hissədə onu qeyd eləməmişik. Hə, onu yazırıq ən qabağa da. Yuxarı Qarabağ kanalı qabağa yazılır. Sonra Babadağ olacaq 2, ən sonda da o tərəfdə 4. Yəni 315, 24. 315, 24. Y variantı 43-cü suala cavab ola bilər. Sadəcə sıralamaq lazımdır, yəni. Asan sual idi açıq o da. Sonra indi kanal keçməmisinizsə də fiziki xəritə baxan kimi görüşürük. Daxili sular xəritəsi var. Açan kimi kanalları görəcəksiniz, orada var idi. 44-cü suala baxırıq. 44-cü sualda deyir ki, Qarabağ silsiləsini Ermənistandan Muğan düzünün Xəzər dənizindən ayıran müvafiq coğrafi obyektləri müəyyən edin. Qarabağ düzünü Ermənistandan vulkanik yayla ayrılır. Muğan düzündə Xəzər dənizindən cənub-şərqi Şirvan düzü ayırır. Ona görə də doğru cavab Qarabağ vulkanik yaylısı Salyan düzü də ola bilər. Aşağıda Salyan düzü də var. Demək, Qarabağ vulkanik yaylasına Salyan düzü doğru cavab ola bilər. Çünki o hər ikisinə aiddir. Bu tərəfdən də gedə bilərik, bu tərəfdən də. Ona görə ikisi də düz cavabdır. Sonra 45-ci yan silsilənin Samur dəvəsi ovalığından yan silsilə burada yerləşir. Samur dəvəsi burada ayırır Qusar Mali düzənliyi. Ortada bura Samur dəvəsidir. Qusar Mali düzənliyi dairələdim. Lənkəran İranı Lənkəran ovalığından ayırır Talış dağı. İran buradır. Bu hissə Lənkəran ovalığı, bu hissə arada Talış dağları. Yəni doğru cavab Qusar Mali düzənliyi ilə Astara, İrandan bu tərəfdən bu da ola bilər. Buradan Astara çayı İrandan ayırır. O da ola bilər. Astara çayı da doğrudur. Ona görə 45-in cavabı Y də ola bilər. Balakən Zaqatala ola bilər deyəndə, yəni konkret Y-dir cavab burada. Balakən Zaqatala, Qax və Şəki inzibati rayonlarının dağətəyi ərazilərində mineral suların mövcudluğunun səbəblərinə aid deyil. Dağətəyi ərazilərdə, dağların düzənliklərə qovuşduğu ərazilərdə mineral sular ümumiyyətlə çox olur. Çünki dağ yamacından yağıntılar həmin ərazidə tektonik qırılmaları boyunca yerləşir ona görə. Hamar relyef ola bilməz, çünki ora hamar relyef deyil, ora dağətəyi ərazidir. Ona görə də elə burada elə baxan kimi görünür ki, elə A ilə dərhal cavabdır. Çünki hamar deyil axı, o dağətəyi hissələrdir. Bu dağətəyi hissələr hamar relyef dağətəyinə demək doğru deyil. Tektonik qırılmalardan bulaqlar çıxır, ona görə də bu aiddir, götürmürük. Çünki səhv istəyib. Ərazisində dağlarla düzənliyinə qovuşması var, fərqli tektonik zonaların kəsişməsi, yəni biri dağ, biri düzənlik. Böyük Qafqazla Kürçükən, yəni eyni fikrin müxtəlif formalarda izahını gördük o bir variantlarda. 47-də deyir, Dübrar Gəmişdağ Böyük Çığırıq Şüşüdağ zirvələrin yerləşdiyi ərazilərin müvafiq ayrıcılığını müəyyən edin. Dübrar bu hissədir, 2205 idi qeyd gəlmişdir. Gəmişdağ 3-dür, yəni 2-dən 3-dən söhbət gedəcək. Böyük Şığlı 1-dir, sonra 1 olacaq. Sonra da Kükü dağıtsa, o da 4 olacaq. 23-14. 23-14 də Y variantında 47-ci suala da cavab tapa bildik.
23-14 deyil, 141. Elə texniki səhvlər olur arada. 23-41 götürüm. 14 yazmışam, 41 fikir verin. Baxın. İmtahanda çalışın belə texniki səhvlər eləməyin. Demək, inşallah ki, eləmərik. Sonra Azərbaycanda yerləşən düzənliklərin müvafiq hündürlüyünün artmasına görə ardıcıllığını müəyyən edin. Yəni ki, burada belə bir prinsip gözləyin ki, düzənlikdən dağa tərəf gedin. Məsələn, Cənubi-Şərqi Şirvan düzünə nisbətən Muğan hündürdür, Muğan nisbətən Mel hündürdür, Melə nisbətən də Qarabağ düzü hündürdür məsələn. Çünki dağa tərəf gedirsən. Düzənliklərin mütləq hündürlüyünün artmasına görə Samur dağısı Qarabağdan sonra Şirvan. Şirvanla Qarabağda biraz düz gəlmədi, ona görə də A variantı düz olmur. Çünki Qarabağ ondan biraz daha hündür bir düzənlikdir Şirvanla müqayisədə. Şirvan buradır, Qarabağ biraz daha dağa tərəfdir. Sonra Cənubi-Şərqi Şirvandan sonra Hərəmi, sonra Ordubad, tamamilə doğrudur. Bax. Cənubi-Şərqi Şirvan düzü bura, Hərəmi düzü biraz daha dağa tərəf, biraz daha da Araz çayının boyunca daha yuxarıya getdiniz Ordubad düzü. Təbii ki, hündürləşəcək, doğru cavab B variantı. Gəncə Qazax düzündən bura dağa tərəf düşəndə belə təbii ki, səviyyə aşağı düşər, ona görə o deyil. Qusar mali düzənliyindən sonra mil düzü deyirsənsə, mil düzü yaşıl rəngdədir. Qusar mali düzənliyi açıq qəhvə, yəni sarı rəngə bənzər bir rəngdir. Yəni təbii ki, Qusar mali düzənliyi daha hündür bir yerdir. Ona görə ola bilməz. Samur dəvəzindən sonra Qarayazı demək qəti olmaz. Çünki Samur dəvəzi Xəzərin sahilidir. Qarayazı düzü isə gördüyünüz kimi sarı rəngdir. Həm də biraz daha Kür çayının biraz daha yuxarı hissəsi də o hündür yerdir. Ola bilməz. 49-cu sualdır ki, bir qrup alpinist yay aylarında bir neçə dağ zirvələrinə səyahət etdilər. Onlar olduqları dağ zirvələrinə daimi qar və buzlaqlara rastlaşdılar. Demək 3900-ü keçib. Alpinist heç nə, yəni sualın mənası odur ki, 3900 metrin daha artıq olan dağları seçin. Kömürgöydə ola bilməz 2009. Bu dağların heç birinin hündürlüyü 2900-ə çatmır, yəni bilirsiniz yəqin. Sonra keçdik bu tərəfdən, görək başqa nələr var. Qapıcıq Baba dağı 3900-ə çatmır. Ondan sonra burada Küşü dağı 3140 metr, 120 metrdir burada. Dərələr silsiləsinə. Kəpəzin hündürlüyü çatmır. E variantı orada. Şah dağ yan silsilə 4243 metr. Tufan dağ Başqafqaz Suari silsilə. Başqafqazda yerləşir. 4191 metr. Qapıcıq dağ isə Zəngəzur silsiləsi 3904 metr. Hər birinin hündürlüyü 3900-dan böyükdür. Ona görə də doğru cavab idi. 50-ci suala baxaq. Yenə də zirvələr, yenə hündürlük. Görürsünüz ki, bu təxminən 4300 hündürlüyü var. Yəni, təbii ki, bir dübrar ola bilməz. Dübrarda 2205 metrdir cəmi hündürlüyü. Şah dağı ola bilər, 4243 metrdir. Baba dağı 3629 metrdə ola bilməz. Tufana hündürlüyü yaxındır, dəymirik ona, Şah dağı dəymirik. 2 zirvəsinin hündürlüyü 3000-i biraz keçib. Küşü dağ 3120 metrdə ola bilər. Yox, A variantı çıxmışıq. Kəpəz o yaxındır, hündürlüyü ola bilər. Amma böyük Kirs bu varianta çıxmışıq. Heç buna da ehtiyac yoxdur. Bunu belirləyim. Qızyurdunun hündürlüyü demək burada var. 2433 metrdir. Yəni o 3000-i keçməyib. Ona görə də bu variant ola bilməz. Böyük İnaldağ təxminən uyğun gələr. Qapıcıq dağı baxaq, təxminən 3900-ə yaxındır. 3900-ə yaxınsa Camışdaq, 3900-dən biraz aşağıdır. Çünki 3900-ə bu tərəf olar. Burada Camışdaq daha uyğun. İki variant qalıb da, ya budur, ya da bu. Qapıcıq dağı deyil, çünki bu 3700-ə daha yaxındır. Ona görə də B-dir. Sonda Camışdağ demişdim. Məsələn, Y variantından bir də ona görə çıxarır ki, 4-də Camışdağın hündürlüyünün 3500-ü keçməyib. Halbuki Camışdağ 3724 metr hündürlüyü var. Bundan da bilmək olardı, ona görə də variantı çıxmaq olardı. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən eləyin. Demək, şimal-qərbdən cənub-şərqə uzanırsa, bu Böyük Qafqaz dağları Taman yarımadasının Abşerona qədər şimal-qərbdən cənub-şərqə böyük məsafədə uzanır. 1 burada. Taman yarımadasına başlayır, yenə 2 də burada. Elə 1 ilə 2 1-ə gedibsə, elə A variantını artıq tapmışıq biz burada. Amma bir dənə baxaq. Kiçik Qafqazın özü də biraz belə. Yox, biri buradan yox, biri.
Ortaq cəhət kimi yazarıq. Düz gəlməz o. Yox, bu deyil. Sonra keçdik. Taman yarımadasından başlayır, ikini götürdük, düzdür o. Şahdağ dərələri, silsilələri Kiçik Qafqaz tektonik zonasında yerləşir. Ona görə də onu yenə də tektonik zona sözü işlətmir, təəssüf ki, oradadır. Alp-Himalay qurşağında yerləşməsi bunların ortaq xüsusiyyətidir. 3-ə 1-4 gedibsə digər variantlar çıxar. Sonda Respublikamızın 400 min metrdən hündür zirvəsi Kiçik Qafqazda ümumiyyətlə yoxdur. Bu Böyük Qafqazda da ancaq 5 bura yazırıq. Sonra Respublikamızın ən hündür zirvəsi Qapıcıq dağıdır. Respublikamızda ən hündür zirvəsi həmin silsilədə, yəni Kiçik Qafqazda Qapıcıq dağıdır 6. Olur 2, 2, 5, 3, 6, 1, 4. B variant. Qarayazı düzünün Cənub-Şərqi Şirvan düzü ilə oxşar, yəni Qarayazı düzü buradır. Cənub-Şərqi Şirvan düzü ilə oxşar, buna oxşasın. Sonra nədir? Ordubad düzü ilə bundan isə fərqlənsin. Ordubad düzü burada yerləşir. Fərqli olsun Ordubad düzündən. Bundan fərqlənsin. Biz düz seçək. Nədir? Kür tektonik əyilmə zonasında yerləşməyə oxşar cəhətdə. Elə burada doğru cavab budur. Çünki bu Araz boyu cavan platformadır. Daha doğrusu Ordubad düzü Kiçik Qafqaz tektonik qalxma zonasının üstünə gedir. Qalan düzənliklər bu hissədə olanlar Araz cavan platforması. Ona görə də düz deyil. Digər variantlar okean səviyyəsindən aşağıda yerləşir. Qarayazı okean səviyyəsindən aşağı yerləşsə yaşıl rəngi olardı. Özü tünd yaşıl olardı. Arid denudasyon deyil, çıxarıq. Mezozoy çöküntüləri. Orada neogen çöküntüləri idi. Kaynozoy erası. Fərq deyil. Tektonik qırılmalar aparır. Ümumiyyətlə aidiyyətsiz məsələlərdir. Doğru cavab 52-də A variantıdır. 53-cü suala baxaq. 53-də deyir ki, Baba dağının cənub-şərqə doğru Baş Qafqaz silsiləsinin tədricən alçalmasının və yamaclarının hamarlamasının səbəbi. Maraqlıdır, nə ola bilər? Təbaşir çöküntülərin, Yura çöküntülərin. Bu çöküntünün yaşının təbii ki, ona heç bir aidiyyəti ola bilməz. Nəsə başqa bir səbəb olacaq, baxaq. Bu istiqamətdə davam əmələ gəlmə, yəni davam əmələ gəlmə prosesi intensiv keçirib. Yəni o deyir ki, Baba dağdan sonraki hissə niyə elə də hündür deyil, yəni parçalanmış formada alçalır. Təbii o səbəb odur ki, davam əmələ gəlmə prosesi intensiv deyil. İnsan təsiri dağı alçalda bilməz o qədər. Palçı vulkanları aidiyyəti yoxdur. Tektonik proses, denudasiya. Denudasiya xarici bir prosesdir. Onun tektonik prosesi aidiyyəti yoxdur. Növbəti suala baxaq. 54-cü sual. 54-cü sualda deyir ki, uyğunluğu müəyyən eləyin. Düzgün olan, görünür ki, variantlardan görünür ki, biri düz olacaq. Doğru ifadələr, yanlış ifadələr. Hansı sətirdə doğruya doğru, yanlışa yanlış verilsə biz o cavabı götürəcəyik. Azərbaycanda təbaşir yaşıl suxurlar əsasən düzən ərazilərdə. Bu doğru ifadə deyil, dağlardadır, yüksək dağlarda. Ona görə bu sətir gedər. Kür çökəli tektonik əyilmə zonası tektonik sınmalarla parçalanmışdır. Kür çökəli düzənlikdir. Litosfer dağlarının, suxurların üfüqi yatımı xarakterlikdir. Səhvdir, ona görə də bu variant, bu bənddə doğru cavab ola bilməyəcək. Sonra deyir ki, Lənkəran ovalığı Kür çökəli tektonik zonasına daxildir. Tektonik zona xəritəsini açan kimi görüb, bəli, Kür çökəli tektonik zonasına Lənkəran daxildir həqiqətən. Doğruya doğru oldu. Bu düz. Sonra keçdik. Bu fikir yanlış olmalıdır. Kür çayı yalnız 2 tektonik zonadan keçir deyir, amma yanlış deyir. Biz ona baxaq niyə yanlış deyir. Görəcəyik onun yanlış dediyin. Çünki tektonik xəritələr buna bax Kür çayı bax bu hissədən Türkiyədən gəlir, İran Naxçıvan sərhədi. Bu hissədən gəlir Azərbaycana. Burada Kür çökəli vilayətinə düşdü. Fikir versə bu hissədə kiçik bir ərazi, Kiçik Qafqaz oldu, burada Naxçıvan. 2 yox, 3 vilayət oldu. Yanlış oldu. Birinci doğru, ikinci yanlış olmalıdır. Üçüncü bənd düzdür E variantı. Məsələn, Samur-Abşeron kanalı yalnız Böyük Qafqaz tektonik zona qalxma zonasından keçir. Burada Samur-Abşeron kanalı tektonik zonalar xəritəsinə baxsaz, görərik ki, bir dəqiqə, tektonik zonalar xəritəsi yox, burada. Görərik ki, yox, elə deyil. Burada Samur ön Qafqaz əyilməsindən Böyük Qafqaza gedir. Yəni doğruya yanlış gedib ola bilməz. Naxçıvanın bütün düzləri Orta Araz cavan platforması daxildir. Bu səhvdir. Ordubad deyək ki, Kiçik Qafqaza daxildir. Bu da ola bilməz. 55-ci sual. Rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Birincidə 2700 təxminən. Böyük Kirsə bənzədirəm. Camışdağ 3724 də ola bilməz. Kömürkü 2433-dür. Yəni bu 2000-dən 3000-in yarısından aşağı olmalı idi. Ola bilməz.
Biçənək aşırı 2346 metrdən Zəngəzur silsiləsi o da ola bilməz. Burada doğru cavab ya A variantıdır, ya da D variantı. 2-yə baxaq. 2-də təxminən 4000 metrə qədər yaxın bir hündürlük olmalıdır. Kişi dağ 3120 metrdə A variantı çıxdı. Demək bu olacaq. Qapıcıq 3904 metr, Biçənək aşırı 2346 metr. Təxminən görürsünüz ki, uyğun gəlir o da. Camış dağ 3724 metr, o da uyğun gəlir. Doğru cavab D variantı olur. 55-ci sualda. 56-ya baxaq. Qrafikdə görürsünüz, ancaq burada zirvələr, ərazilər, həmin yerləşmə ərazilər və s. çox konkret bir mövzunun ətrafında gedir, yəni suallar. Relyef mövzusunun ətrafında. Zaten elə bölümün adı relyefdir. Qrafikdə rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. 3000 hardasa 700. Bu tufan 4191 metrdə ola bilməz. Bazar düzü, yəni birinciyə gedirdi də, bu ona görə birinciyə tufan yazan məli. Tufan 4191-dir, gərək bu 4000 üstündə olaydı. Ola bilmir, ona görə çıxırıq. Bazar düzü 4466 idi, təbii ki, ola bilməyəcək. Növbəti baxaq görək nə var. Babadağ, zirvəyə bir də baxaq hündürlüyünə görə nə qədər idi onun hündürlüyü. Bir daha baxaq. Babadağa düz gələr 3629 metrdir. Sonraki ikinci zirvənin hündürlüyü təxminən 2200. Dübrar ola bilər bu olsa. Görək varmı orada dübrar? Hə, elə təsadüf gəldi. Şollar düz ola bilməz Babadağdan sonra. Çünki Şollar düz okean səviyyəsindən aşağıdadır. Burada da Şah dağı ola bilməz. Çünki 4243 metr yuxarıda. Bu doğru cavab deyil. 3 ilə 4-də Şah dağla Şollar düzü deyəcək, bir dənə ona baxaq. Əks tərəfdə dediğini biraz daha çətindir, baxamaq. Şah dağ 4243 metr, Şollar düzü də okean səviyyəsindən aşağı. Demək doğru cavab nə variantıdır qeyd elədiyimiz? C variantı doğru cavabdır. 56-cı sualda. 57-ci suala baxaq. Xəritə sxemdə sualı keçirildi. Xəritə sxemdə rəqəmlərə uyğun gələn dağ silsilələri müəyyən eləyin. Burada rəqəm görünür ki, hə var. Talış dağlarda bu Qarabağ silsiləsidir, Şah dağ silsiləsidir, bu da Zəngəzur. Yəni ardıcıl desə Zəngəzur, Şah dağ, Qarabağ, bir də ki Talış. Zəngəzur, Şah dağ, Talış, bir də Qarabağ silsiləsi. Hə, Y variantı. Burada digər variantlara çıxmağa ehtiyac duymadım, çünki konkret idi cavab. 58-ci sualdakı xəritə sxemdə rəqəmlərə uyğun gələn burada Baş Qafqaz Suvari silsiləsi bura. 1, 2 Dərələ silsiləsidir, 3 Brovar silsiləsidir, sonra Peştəsər Talış gəlir. Brovardır. 4-dəki Qarabağ silsiləsi. Yəni belə olur da, Baş Qafqaz silsiləsi, sonra Dərələ silsiləsi, Brovar silsiləsi, bir də Qarabağ silsiləsi. Baş Qafqaz, Dərələ, Brovar, Qarabağ B variantı. Digər variantlar yenə də ehtiyac görünür, çünki sual olduqca konkret bir cavabı vardır, net bir cavabı var ona görə. Azərbaycan Respublikasının hifsometrik profili var. Bax, hifsometrik profil də belə bir böyük divar xəritələrində belə bir profil var. Belə bir kəsiliş var. Deyəsən, biraz yuxarıda idi daha. Bax, belə. Orada relyefin xarici görkəminin nətər olması təsvir olunub. Yəni, bu aşağı hissədə göstərilir ki, o belə nətər təsvir olunub. Həmin hifsometrik profildə bunlar var. Araz su anbarından sonra gəlir burada demək, Naxçıvan çayın bura dərəsidir. Yəni konkret o xəttin üstü odur. Ona görə də bunları çıxarıq. Sonra 2346 metrdən biçənək ola bilər. Zod aşırım 3000-i keçir bu hissədə də ola bilməz. Demək doğru cavab bu olacaq. Sonra baxaq Böyük İşıqlı vulkan. Hə, o da 3500 metri təxminən yaxınlaşır. Cavab keçir, daha doğrusu C variantı. 60-cı suala baxaq. Burada konkretdir də rəqəmlər. 3581 metr Qızılboğaz idi. 4243 metr Şah dağı idi. Şah dağdan Xəzər dənizinə tərəf düşəndə də həmin hifsometrik profildə bu sağ tərəfdə çəkdiyim. Düşəndə də Qusar Mali düzənliyi ilə düşəcəksən. Ona görə də üstdə Qusar Mali düzənliyi B variantı. Burada elə konkret cavab. Yəni elə suallar var ki, uşaqlar, onun cavabı konkretdir. Burada nəyisə seçməyə ehtiyac yoxdur. Baxın, bax 2346 metr bu biçənək aşırımdır, Naxçıvanda yerləşir. Yəni dərsdə konkret keçirir. Bu Tufan dağıdır 4191-dir. Yəni bunlar netdir. Bununla bunun arasında da təbii bu düzənlik sahədə bu da Kür-Araz ovalı olacaq ya da ki Kürcücəlik. Ona görə də yenə də burada heç bir variant seçməyə ehtiyac yoxdur. Doğru cavab A variantı.
variantı o vaxt seçim eləyin ki, məsələn, orada nəsə bir şübhə olsun da. Burada cavab o qədər konkretdir ki, orada o bir variantlara baxmağa dəyməz. Cədvəldəki boş xanaları tamamlayın. Yəni 2346 biçənəkdirsə, indi orada tay durub ki, yazsa ki, məsələn üçün deyək ki, dübrar hissəsi, təbii ki, biçənəkdirsə, demək dübrar deyil də. Ona görə də onu da baxmağa dəyməz. O mənada deyirəm, fikrimi elə əsaslandırım. Cədvəldəki boş xanaları tamamlayacaq. Deyir ki, Baş Qafqaz hissəsində yan silsilə Şah dağıdır onun hündürlüyü. Çünki bu Şah dağının hündürlüyüdür. Bunlar çıxacaq. Yox, bir variant qalır. İkincidə Kiçik Qafqazda Camışdağ Murov dağ silsiləsində yerləşir. İkincidə Murov dağ olmalıdır. Artıq konkret cavab variantı var. Üçdə də Naxçıvanda Zəngəzur silsiləsində biçənək aşırımının konkret hündürlüyü verilib. O da ki, burada var idi. D variantı. Gördünüz ki, fikir verdinizsə, yəni relyeflə o dağların zirvələri siz yaxşı bilməlisiniz də. Çünki bu suallar onun üzərində qurulur. Ümumiyyətlə bu qəbulata düşən suallardır. Birə baxaq. Bu nisbətən fərqli bir suala bənzəyir. Demək, bir də təxminən 500 metr hündürlüyü olsa, Bəsis çay dərəsi. Bəsis çay dərəsi ola bilməz, o daha hündürdür. İkiyə Qarabağ dağları, Qarabağda böyük kirsti 2725-dir. Ona görə də A variantı çıxar. Biçənək aşırımı 2-yə 2346 metr düz gəlsə, bu düz gəlib. Araz su qovşağı da təxminən bu hissədə, bir dənə baxaq ona. Araz su qovşağının relyeflə təxminən bilmirəm. Çünki Naxçıvanın Araz boyu düzənliyinin təxminən 600 metr hündürlüyü var. Kitabda yazmışdı. Burada da 500 metr keçibsə təxminən görünür ki, elə 600 metr hündürlüyü var. Ona görə Araz su qovşağı konkret olaraq düz gəlir. Tam düz gəlir ona. Ona görə də bu düz. İkincidə biçənək də 2346 metrdən təxminən düz gəlmişdi bu da. Sonra nə qaldı? 3-ə nə deyir? Qızılboğaz dağı. O da 3581 metr. O da düz gəldi. Kür çökəklikdə ki, təxminən burada düzənliyə doğru getdik. 4-4 kür çökəkliyi bir variantda oldu. Arpaçay vadisi. Arpaçay biraz daha hündür bir yerdə yerləşir. Lap olsa belə Dəlidağ 3616 metrdir. 2-yə düz gəlməz. 2-nin hündürlüyü 3616 bu tuş olmalıdır. Yəni onun tuşu biraz daha aşağıdadır. Ona görə bu variant çıxarır. 2-yə Qarabağ bayaq demişdim. Böyük Kirs üçün az idi bu 2-nin hündürlüyü, ola bilməzdi. Sonra bir Şərur düzü olsa düz gələrdi, amma Küküdağ 3120 metrdir. O 2-yə düz gəlməyəcək. O 3000-i keçməli idi. Belə-belə də, yəni buradan variant çıxmaqla da bu sualı tapmaq olardı. 2-yə yenə bax, böyük Kirs yazıb, bayaqları çıxmışdım onu, ona görə də bunu da bir daha çıxdım. Qarabağ dağlarından çıxmışdım. 64-cü sualda deyir ki, cədvələ əsasən Böyük Kirs zirvəsinə verilmiş coğrafi obyektlərin fərqli əlamətlərini müəyyən edin. Böyük Kirslə fərqləndirir. Böyük Kirs dağları Qarabağ sıra dağlarının 2725 metr hündürlüyü, mütləq hündürlüyü olan bir dağ zirvəsidir. Ondan nə danışır? Biçənək aşırı fərqli cəhətlərində var. Biçənək aşırımı yerləşir. Demək, burada 2346 metr Zəngəzur silsiləsində burada. Nədir? Dövlət sərhədində yerləşir, amma Böyük Kirs yerləşmir. Bunun fərqli xüsusiyyətdir. Ona görə biri cavaba götürə bilərik biz. Birdən bir götürdük. Birinci sütundan bir götürmüşük. Böyük Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Biçənək də o da. Kiçik Qafqaz tektonik qalxma zonasının tərkibindədir. Ona görə bunu götürmürük. Yerləşdiyi ərazidə vulkanogen Kiçik Qafqaz tektonik zonasını bayaq çəkmişdim. Hər yerində vulkanogen süxurlar var. Amma Böyük Qafqazda gilli süxurlar üstünlüyü təşkil edir. Ona görə də bu da fərq deyil. 2-yə baxaq. Demək ki, birdən ancaq bir götürə bilmişik. Bu variantlar çıxıb. Sonra Ömər aşırımı. Ömər aşırımı Murov dağ silsiləsində yerləşir. Burada. Onunla Kiçik Qafqaz dağ sisteminə aiddir. Bəli, 4-ü götürə biləcəyik. 2-yə 4 gedər. 2-yə 4 gedər. Yox. Bu ümumi xüsusiyyəti bizdə fərqi soruşmuşdu. Bunu səhv getdik. Bu olmaz. Mütləq hündürlüyü 3000 metrdən keçir. Böyük Kirs 2700-dür. Ona görə fərqli xüsusiyyəti olduğuna görə 5-i götürə bilərik. Yerləşdiyi silsilə enlik istiqamətində yox, şimaldan cənuba uzanır. Murov dağ isə belədir. Yəni bu fərqli bir xüsusiyyətdir. Ona görə 2-ni də götürür. Demək ki, 5-6 keçir. Burada doğru cavab B-dir. İndi 7-9 da düz gəlsə, demək düz seçim eləmişik. Tufan dağına, bunları silirəm daha, bizi çaşdırmasın. Tufan dağ bilirsiniz, Baş Qafqazın 4191 metrdən hündür
ən yox hündür zirvələrindən biridir. Baş Qafqaz silsiləsində yerləşmə fərqli xüsusiyyətdir, çünki bu Kiçik Qafqazda yerləşir. Orta və yüksək dağlıqda həm Böyük Qafqazda Tufan tərəfdə, həm də burada Təbaşir və Yura dövrünün suxurları yerləşir. Geçmişdi ki, Böyük və Kiçik Qafqaz dağlarının orta və yüksək dağlığında Mezozoy erasının Təbaşir və Yura. Ortada Təbaşir idi, yüksək dağlıqda Yura suxurları idi. Bu hər ikisi üçün oxşar xüsusiyyətdir, amma biz fərqli seçməli olduğumuza görə onu götürməyəcəyik cavaba. Nival buzlaq relyef formaları Böyük Kirsin hündürlüyü çox azdır, amma Tufan dağda təbii ki o var. Ona görə doğru cavab B. Biraz maraqlı bir sual idi. 60 neçənci sual idi? 64-cü sual. 65-ə baxaq. Deyir ki, 65-ci sualda deyir ki, böyle görək nə deyir? Deyir ki, deyirəm hələ oxumamışam. Demək, Zəngəzur silsiləsinin cədvəldə göstərilən fərqli obyektlərə oxşar xüsusiyyətlərini müəyyən edin. Oxşarlığı tapacaq bu dəfə, buna diqqət yetirək. Yan silsiləyinə. Zəngəzur silsiləsi birisi buradır. Görək, onu bizə yan silsiləyinə deyir. Yan silsilə də buradır. İndi bunun oxşar xüsusiyyəti. Filiz faydalı qaz. Böyük Qafqazda filiz faydalı qazları olmur. Ona görə də təbii ki, o doğru cavab deyil. Onu götürməyəcəyik. Mütləq hündürlüyü 3500 metrdən çoxdur. Yan silsilədə də çoxdur. Çünki orada Şah dağı da 4243 metr, hətta biraz daha lap çoxdur. Amma burada Murovdağda Zəngəzur silsiləsində də qapıcıq var da, 3904 metr. Hər ikisində 3500 keçir. Tektonik qırılmalarla parçalanmışdır. Yəni tektonik qırılmalar daha çox dağətəyi zonalara xarakterik bir şeydir. Ona görə də dağlıq ərazilərdə amma tektonik qırılmalar çox olur. Ümumiyyətlə dağlıq və dağətəyi bu Azərbaycan geoloji xəritəsi burada yoxdur, açsam baxarda yox, 3 də götürəcəyik buradan. Qarabağ, bunu sildim, keçdik Qarabağ silsiləsindən. Qarabağ silsiləsi ilə oxşar xüsusiyyəti vulkanogen, Kiçik Qafqaz tektonik zonasının bayaq dediyim kimi hər yerində vulkanogen suxurlar yerləşir. Əgər biz bunu Qarabağ silsiləsi ilə müqayisə edirsə, oxşar xüsusiyyəti təbii ki. Ona görə də 2-də 4 gedəcək. Sönmüş vulkan konusları yaranmışdır. Xeyr, sönmüş vulkan deyil. Heç biri sönmüş deyil. Sərhəddə yerləşir. Qarabağ yaylası, Qarabağ yaylası bu. Hər ikisi, bu da Ermənistan sərhədidir. Bu da ona görə də oxşar xüsusiyyətdir. 4-6 da düzdür. Murovdağ silsiləsi ilə oxşar xüsusiyyətlərinə baxaq. Murovdağ burada yerləşir. Kiçik Qafqaz tektonik qalxma zonasına aid olması oxşar xüsusiyyətdir. 7-ni götürürük. Paleozoy yaşlı. Paleozoy yaşlı suxurlar alt paleozoy dövrünə aid olan suxurlar dərəli əzizə burada sədərək qalxmasında idi. Bir də burada Zəyimçay Əsrikçay hövzəsində. Yəni bunun heç birinin aidiyyəti yoxdur. Yəni bunun nə Murova, nə də ki Zəngəzur silsiləsinə bunu çıxarıq. Filiz və qeyri-filiz faydalı qazıntılarına ümumiyyətlə Kiçik Qafqazın bu hissəsində Naxçıvanda zəngindir. 9 doğrudur B variantı. Verilmiş dağ zirvələrə əsasən doğru xüsusiyyətləri müəyyən edin. Burada deyir ki, məsələn 1, 2, 5-ə baxaq. Böyük Kirs dağı, birisi Böyük Kirs burada yerləşir. 2725 metr hündürlüyü var. Qızyurdu buradadır. 2433 metrdir. Sonra 5 deyir, Dübrar 2205-dir Dübrar. Nədir? Mütləq hündürlük heç birinin 3000-i keçmir. Ona görə də bir doğru xüsusiyyətdir. Biz onu götürəcəyik. Sonra demək 2-də deyir ki, 2, 4, 6 ora haradır? Qızyurdu. Qızyurdu bunlar silək artıq. Qızyurdu zirvəsi buradadır. Bizdə nə idi? Biz götürdüyümüz Qızyurdun, Qızyurdun yenə götürür. Sonra 4 nədir bəs? Qazangöl dağ. Qazangöl dağ 3829 metr hündürlüyü var, Zəngəzur silsiləsində yerləşir. Yəni onu götürəcəyik. Sonra da 6 nədir? Böyük İşıqlı vulkanı, o da bu hissədə. Nə deyir bunlar haqqında? Eyni tektonik zonada təbii ki, Kiçik Qafqaz tektonik zonası yerləşir. 2 də doğrudur. 1-2 doğrusu demək A variantı cavabdır. Bəs digərləri niyə doğru deyil? 3, 4, 6-ya deyir ki, Neogen dövrünün suxurları yayılmışdır. Qarabağ vulkanik yaylasında 4-cü dövrün suxurları yayılır. Məsələn, Böyük İşıqlıda. Yaxud 2-də, 4-də Qazangöl dağ, Təbaşir, ümumiyyətlə yüksək dağlıq. Naxçıvanın o hissəsində paleogen suxurları daha çoxdur. Ümumiyyətlə, götürəndə görürsünüz ki, heç bir tərəfdən uyğun gəlməyəcək. Qarabağ silsiləsində yerləşir. Böyük Kirsə deyir, Qızılboğaz. Qızılboğaz Qarabağ vulkanik yaylasında yerləşir. Qarabağ silsiləsi biraz o tərəfindədir. Ona görə də məsələn bu da doğru deyil. Yura çöküntüləri 2, nədir 2? Düzənlik. Talış dağları paleogendən ibarətdir əsasən. Yəni o baxımdan o da doğru deyil. Yəni başqa səbəblər də gətirmək olardı vaxtı daha çox uzatmamaq üçün.
elə biraz hərəsindən birini dedim. Sonra uyğunluğun pozulduğu sıranı müəyyən edin. Yəni verilən uyğunluq səhv olan sıranı götürəcəyik. Böyük Qafqaz qalxmasında Bozdağ silsiləsi. Bozdağ silsiləsindən uşaqlar baxın Kür tektonik qalxması. Bunun Böyük Qafqaza aidiyyəti yoxdur. Ona görə uyğunluq pozulub 1-i götürürük. Kiçik Qafqaz qalxmasına Zəngəzur silsiləsi. Bəli, Zəngəzur Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Buna görə də o doğrudur. Buna dəymirik. Çünki bizdən pozulduğu sıranı istəyir. Sonra Kür çökəkliyində Mil düzü var. Mil, Muğan, Şirvan, Qarabağ. Kür çökəkliyində də bu düzlüyü götürmürük. Ön Qafqaz çökməsində Samur Dəvəsi ovalığı var. Bu hissə idi, bilirsiniz. Ona görə də onu da götürmürük. Araz Cavan platforması Naxçıvanın bu hissəsidir. Orada Dərələr silsiləsi bu Kiçik Qafqaz tektonik zonasına aiddir. Ona görə də səhvdir. 1-5 səhvdir. Bizdən səhvi soruşurdu. Yəni uyğunluğun pozulduğu sıranı soruşurdu. 68-ci suala baxaq. Demək, palçıq vulkanlara aid olan xüsusiyyətlər. Ətrafında sönmüş sazıdan ibarət breksi formalaşır. Palçıq vulkanlarında palçıq töküləndən sonra belə daş kəsək formasında breksi yaranırdı, bəli. O doğrudur. Sonra deyək ki, filiz faydalı qazdan filiz nə gəzir orada? Çökmə suxurlarının, yəni neft qaz yataqlarının daha çox olduğu ərazidir. Sonra yayılıq ərazilərdə filiz yox, neft qaz ehtiyatı daha çox olur. Görək, yəqin ki, o neft qaz söhbəti axırı gələcək. Yayıldığı ərazilərdə neft qaz ehtiyatı daha çox olur, elə deyən kimi də gəldi. Yalnız ovalıqlar üçün xarakterik deyil. Məsələn, Qobustan alçaq dağlıdır. O, dağlarla düzənliklərin ortaq bir məkanında formalaşır. 69-cu suala baxırıq. Deyir ki, Respublikamızın relyefinə aid olan xüsusiyyətləri müəyyən edin. Demək, Böyük Qafqaz dağları şimal və şərqdən Taman yarımadasından Abşeronuna qədər. İndi onun bir hissəsi görüşmür də bizdə. Belə şimal şərqdən cənub-qərbə doğru uzanır həqiqətən. Ona görə də bu doğrudur. Sonra qərb sərhədlərimiz Murovdağ, Qarabağ silsiləsi sərhəddə yerləşmir. Ona görə də bu fikrə görə 2 səhvdir. Böyük Qafqaz Azərbaycanda Tinov-Rosso dağından daxil olur. Bəli, Böyük Qafqazın birinci zirvəsinin adı Tinov-Rossodur, düzdür. Ovalıqların hamısı okean səviyyəsindən aşağı yerləşir. Bu səhvdir. Çünki burada diqqətlə fikir verin xəritəyə. Burada tünd yaşıl rəng olan yerlər okean səviyyəsindən aşağıdadır. Məsələn, burada ovalı, məsələn, Qarabağ düzünün özü ovalıq sayılır, amma okean səviyyəsindən aşağı deyil. Ona görə bu səhvdir. Respublikamızın Böyük Qafqazın ən hündür zirvəsi yan silsilədə yox, Baş Qafqaz suarı silsiləsində yerləşən Bazar düzü 4466. Bu da səhvdir. Relyefin mürəkkəbliyi tək Azərbaycanda yox, ümumiyyətlə hər yerdə geoloji inkişafın tarixi ilə bağlıdır. Yəni yer qabığının necə geoloji inkişaf getdiyi ilə bağlıdır. 136 69-cu sual cavabdır. 70-ci sual. Demək, ümumilikdə desən 80-ə yaxın test olmalı bu mövzuda. Respublikamızın sərhədləri boyunca yerləşən coğrafi obyektlərə baxaq. Sərhədlər boyunca. Peştəsər silsiləsi ölkənin daxilində yerləşir sərhəd deyil. Bunu çıxarıq. Sutur silsiləsi Rusiya sərhədindən cavabdır. Dərə silsiləsi Ermənistan sərhədindən cavabdır. Şərqi Göyçə silsiləsi Ermənistanla sərhəddə cavabdır. Qarabağ silsiləsi ölkənin daxilində yerləşir, cavab deyil. Demək 2, 3, 5 doğru cavabdır. A silsiləsi Şahdağ və Şərqi Göyçə silsilələrinin demək, silsilələrinin kəsişməsindən başlayaraq şərqə doğru bu Şərqi Göyçə silsiləsi, Şərqi Göyçə bu. Bu da Şahdağ silsiləsi, buradan şərqə doğru. Murov dağdan söhbət gedir. Silsiləsindən başlayaraq şərqə doğru enlik sistemi uzanır. Bu silsilənin mütləq yüksəliyi Camış dağı 2724 metrdir. Yəni konkret desəz 2724 olar. Metrdən çoxdur. A silsiləsinin şimal-şərq yamacında zəngin dəmir filisi daş kəsəndən söhbət gedir. Görək nə deyəcək. A silsiləsinə, yəni Zəngəzur nədir bunun adı? Murovdağ silsiləsinə aid olan xüsusiyyətlər nədir? Fiziki coğrafi rayonlar arasında sərhəd təşkil edir. Burada deyəsən mən o fiziki coğrafi rayonlar xəritəsində, burada var. Baxın, Murovdağ silsiləsi Gəncə fiziki coğrafi rayonu ilə demək Qarabağ və Həkəri fiziki coğrafi rayonunun arasında sərhəd təşkil edir. Bu bir doğrudur. 71-ci sual. 70 eləmişdik. Sualı o qədər təsəlli eləmişik, adamın heç yadına qalmır. Demək, sonra keçdik. Ən hündür zirvəsi Hinaldağ zirvəsidir. Tektonik qırılmalarla parçalanmışdır. Çox da Böyük Qafqazda o tektonik qırılmalar daha çoxdur. Amma ümumiyyətlə dağlıq ərazilərdə olur da, ona görə 2-ni götürə bilərik. Bəli. Ən hündür zirvəsi Hinaldağ yox, Camış dağı getdi. Qırışıq qaymalı nival buzlaq 3724 qırışıq qaymalı nival buzlaq relyef forması ola bilər deməkdir.
Girli sular Böyük Qafqazda çoxduğuna görə olmayacaq. Dara sökülü palçıq vulkanları ümumiyyətlə Böyük Qafqaza aiddir. Murov dağa yaxından uzaqdan heç bir aidiyyəti yoxdur. Ona görə 1, 2, 4 ola bilər cavab. Ola bilər yox, o cavabdır. Hədəf ola bilər deyirəm, amma cavablar dəqiqdir. Peştəsər silsiləsini Bozlaq silsiləsindən fərqləndirən, yəni dəqiq cavabın özünə də elə deyirəm, biraz elə bir vərdiş kimidir. Nədir? Peştəsər silsiləsindən Bozlaq silsiləsindən fərqləndirən xüsusiyyətlər. Baxaq yenə bu xəritəyə. Peştəsər silsiləsinin nədən? Bozdağdan. Bozdağ burada yerləşir. Fərqləndirən Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bəli, Kiçik Qafqazda, amma Bozdağ Kür çökəkliyinə aiddir. Ona görə də bu bir fərqdir bunların arasında. Sonra vulkanogen çökmə suxurları. Kiçik Qafqazın hər yerində vulkanik suxurlar var, amma Kür çökəkliyi təbii ki, çökmə suxurları da 2 də fərqlidir. Mütləq hündürlüyü Peştəsərdə keçməz, çünki Talış dağlarının heç bir hündür zirvəsi 2500 keçmir. Alp Himalay geosinkron qurşağında olması bunun oxşar xüsusiyyətidir. Kür çayından cənubda yerləşmək hər ikisinin oxşar xüsusiyyətidir. Doğru cavab olur 1-2. Cədvəldə verilən düzənliklərdən hansılarının yerini dəyişsək, onların şimal-qərbdən cənub-şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Şimal-qərbdən cənub-şərqə doğru düzgün sırasını. Çox qəribə bir sualdır. Baxaq görək nə cədvəldir o elə. 73-dən sonra 74. Bir dəqiqə. 73-cü sualın o hissəsini görükmür nədənsə. Çünki bu sualda nə çatmır? Bir dəqiqə üzrürsən, mən ona da baxım. Nəsə o hissə düşməyib. Cədvəldə verilən düzənliklərdən burada cədvəl yoxdur axı. Demək, cədvəldə verilən düzlərdən hansılarının yerini dəyişsək, onların şimal-qərbdən cənub-şərqə doğru düzgün sırası alınır. Bəlkə sıra nömrəsinə görə deyir. Yox, sıra nömrəsinə görə sədərək ola bilməz. Məsələn, o sualda cədvəl görə bilmədim mən. Ola bilsin ki, PDF-də düşməyib. Demək, cədvəldə verilən düzlərdən hansılarının yerini dəyişsək, onların... Məsələn, burada mən cədvəl görmürəm. Bu deyil, cədvəl deyir, amma burada mən heç bir cədvəl görmədim. 75-ci sualda xəritə sxemində əsasən akkumulyativ və alüvyal düzənlikləri müəyyən edin. Çay çöküntüləri ilə formalaşan düzənliklərə akkumulyativ deyirlər təbii ki. Burada 6 olacaq, 4 olacaq. Çay ilə bağlı olan çay çöküntülərinin toplanmasından əmələ gələn düzənlik mənası verir. Elə bir ki, olacaq 4, 5, 6. Respublikamızın mütləq hündürlüyü 3000 metrdən daha yüksək zirvələrə malik olan dağ silsilələri. Talış dağları Kömürgöydə 2493 metr, Zəngəzurda 3900 metr götürərik, Murovda 3724 götürərik, Brovar silsiləsi. Talış dağları ümumiyyətlə 2500-ə çatmır. Böyük Kirs 2725 metr, Baş Qafqazı götürəcək. Bazar düzünə görə 2, 4, 6 doğru cavab. 77-ci sualda uyğunluq pozulmuşdur. Ümumiyyətlə Azərbaycan ərazisində uşaqlar, Azərbaycan ərazisi tamamilə Alp Himalay sistemində yerləşdiyinə görə bu sualda başqa bir məsələyə baxmaq lazımdır. Mezozoy erasına əmələ gələn dağ silsiləsi bizdə ola bilməz. Mezozoy erasının çöküntüləri ola bilər, amma Mezozoy erasına əmələ gəlmiş dağ silsiləsi ola bilməz. Ona görə də 2, 4, 5 bu sualın doğru cavabıdır. 78-də deyir ki, doğru olmayan sıraları müəyyən edin. Ələt Trəsli Qobustan alçaq dağı ilə Cənub-Şərqi Şirvan arasında, bəli, bura Qobustan alçaq dağı biraz böyüdək. Bura Cənub-Şərqi Şirvan, arada görürsünüz Ələt Trəsi var. Bu doğru. Bizdən amma səhv istəyir. Ona görə götürmürük ki, doğru, çünki biz səhvi götürəcəyik. Məsələn, şərt elədir. Sonra Muğan düzü Kür çayı və Xəzər dənizi arasında, dənizi sahilində. Muğan düzü Kür çayının Xəzər dənizinin sahilində deyil. Muğan düzü Kür çayı, yəni bu səhvdir, səhv olduğuna görə 2-ni götürür. Gəncə Qazax düzü Murov dağ silsiləsi ilə Kür çayının arasındadır, deyir. Bu doğru fikirdir. Murov dağ silsiləsi, bir də baxaq. Gəncə Qazax düzü, demək, Murov dağ silsiləsi ilə Kür çayının arasındadır həqiqətən. Doğru deyə götürmürük bunu da. Sonra Şirvan düzü Baş Qafqaz su ayrıcı silsilə ilə Ceyrançöl düzü arasındadır. Baş Qafqaz su ayrıcı silsiləsi ilə, bir də baxaq,
Şirvan düzü, Baş Qafqaz su silsilələrinin Ceylançöl. Bura Ceylançöldür bura. Ha yox, Ceylançöl bu tərəfdədir, Şirvan bu tərəfdə. Aidiyyəti yoxdur. Səhvdə ona görə də götürəcək. 2-4 olur da. İndi 5-ə baxaq. Mil düzü Qarabağ düzündən şərqdə yerləşir. Mil düzü Qarabağ düzü burada onun şərqində yerləşir. Bu da doğrudur. Demək ki, götürməyəcək. Doğru cavab 2-4 olacaq. 79-cu suala baxaq. Yekunlaşır deyəsən. Baxaq, plus minuslar qoyub çoxlu görək nədir? Dövlət cədvələ əsasən doğru olan sıraları müəyyən edən plus aiddir, minus aid deyil. Hansı sıra düzürsə götürəcəyik. Dövlət sərhədi boyunca uzanır. Talış silsiləsi bəli, Qarabağ silsiləsi xeyr, Zəngəzur silsiləsi bəli. Birincidə doğrudur. Bizdən doğru sıranı istəyirdi. Ona görə də təbii ki, biri götürəcəyik. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Talış dağları bəli olmalı idi. Çünki Kiçik Qafqaz tektonik zonasına düşür. Amma bəli yox, xeyir verib. Ona görə də götürmədik. Paleogen dövrünün vulkanik çöküntüləri geniş yayılmışdır. Talış dağlarında deyil, geniş yayılıb bəli. Çünki bayaqları mən sizə dedim ki, Kiçik Qafqaz tektonik qalxma zonasının hər yerində vulkanogen süxurlar üstünü təşkil edir, düz yazıb. Qarabağ silsiləsində də olmalı idi, ancaq ora nədənsə Qarabağda vulkanogen süxurlar düz gəlir, amma Qarabağda paleogen dövrünə aid deyil. Ona görə də buna tire qoymağa haqlıdır. Zəngəzur silsiləsində paleogendən ibarət Talışda olduğu kimi böyük bir ərazi var idi. Ona görə də 3 doğru. Sonra mineral bulaqlar yayılmışdır. Talış dağlarında mineral bulaqlar həqiqətən var, amma tire qoyub ona görə götürməyəcəyik. Filiz faydalı qazıntılara malikdir. Talış dağlarında filiz faydalı qazıntılar yoxdur. Amma filiz qoyub götürməyəcəyik. Mütləq hündürlüklər 3000 metrdən aşağıdır. Talışın ən yüksək zirvəsi Kömürgöydə 2493 metr. Aşağıdır, yəni bu doğru. Yəni buna mən özüm üçün bir plus atıram ki, yəni həqiqətən belədir. Sonra Qarabağ silsiləsinə böyük kirsi 2725 metr. Bu da doğru. Zəngəzur isə səhvdir, çünki Zəngəzurda daha hündür zirvə var. 3904 metrdən qapıcıq var. Nəhayət, yəni burada da olur 6. 1, 3, 6 bu sualın cavabıdır. Yəni 1, 3, 6 səliqəli yazsa bu cavab olur. Növbəti 80-ci sual sonuncu sualdır. Demək, cədvələ əsasən uyğun sıraları müəyyən eləyin. Deyir ki, Böyük Qafqaz dağları Taman yarımadasına, Abşeron yarımadasına uzanır. Doğruya doğru deyir, bir düz. Sonra keçdik. Kiçik Qafqaz dağları, bunu silək. Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbət daha çox parçalanmışdır. Yəni biraz daha alçaq təpəli tirəli deyir də, amma yanlış fikrə, yanlış söz dediyinə görə uyğun olur 2 doğru cavab. Sonra keçdik Azərbaycanın 2 ən hündür dağ zirvəsi eyni silsilədə yerləşir. 2 ən hündür dağ zirvəsi Azərbaycanın yanlış Azərbaycan 2 ən hündür zirvəsi bəli bu Böyük Qafqazı düzdür. Zəfərlə demək Bazar düzü, ona görə də düzə yanlış verildiyin uyğunsuzdur. Şahdağ və Şərqi Göyçə silsilələrinin kəsişməsindən şərqə doğru Şahdağ, Şərqi Göyçənin kəsişməsindən şərqə doğru Murov dağı uzanır. Doğrudur, doğruya doğru. Yəni doğru fikrə doğru söz yazıb. Lənkəran ovalı Talış dağları ilə Xəzər dənizinin arasında yazıb. Bu doğrudur. Lənkəran ovalı doğrudan da Xəzər dənizi ilə Talış dağlarının arasındadır. Amma bu fikrə yanlış deyildiyinə görə götürmürük. Azərbaycanda palçıq vulkanlarının yalnız Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir. Cənub-Şərqi Şirvanda Kürçük gəlində də var. Buna amma doğru deyib səhv fikrə doğru dediyinə görə onu da götürmürük. Olur 1, 2, 4. Diqqətlə dinlədiyinizə görə hər birinizə təşəkkürlər. Təhsil həyatında və şəxsi həyatında sizə uğurlar arzulayıram. Ümid edirəm ki, gördüyümüz işin dəyəri olaraq bu videonu 1 saat 23 dəqiqə təxminən tam olaraq fasiləsiz çəkdim. Düşünürəm ki, texniki səhvlər olsa da az olar. Əgər olsa da, yəqin ki, bu qədər 1 saat 23 dəqiqə danışan adam bir neçə texniki səhv eləyə bilər, əgər varsa. Yenə də öz fikirlərinizi bildirməyi sizdən xahiş edirəm. Dostlarınızla paylaşın, əgər məsləhət bilirsinizsə kanala abunə olun, videonu bəyənin. Sağ olun, gələn videolarda görüşənə qədər.